Hər birinizi salamlayıram. Xoş gəlmisiniz bizim vebinarımıza. Biz biraz gözləyəcəyik ki, iştirakçılar qoşulsun və sonra başlayaq. Akşamınız xeyir olsun. Axşamınız xeyir olsun. İlkin bəy. Slaydımı açım. Axşamınız xeyir. Çox sağ olun. Sizin də bayramınızı təbrik eləyirəm. Zülfiyə xanım. İştirakçılar qoşulana qədər dəftər, ruşqa götürməyinizi məsləhət görürəm. Çünki ola bilər suallarınız yaransın və həmçinin qeydlər apara bilərsiniz üçün öyrənəcəyiniz məlumatlardan. Biz biraz gözləyəcəyik. Salam Aygül xanım, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Xeyla xanım. Xoş gördük hər birinizi. Gəlin yavaş-yavaş tanış olaq bir-birimizlə. İştirakçılar da qoşulana qədər. Kim hardan qoşulur bizə? Hansı ölkə, hansı şəhər, kənd də olar. Mən hal-hazırda Dubaydan burada görüşdəyəm, qoşulmuşam. Sizlər hardan qoşulmusunuz? Yazın çata. Bir də səslərimizi bağlayaq ki, mane olmayaq bir-birimizə. Kim webinara hardan qoşulub? Aha, bizə qoşulanlar var Lənkərandan. Əla, nə gözəl. Zərdabdan, Sumqayıtdan, Lənkəran şəhərindən. Başqa? Hələ ki sayımız azdır. Biz hardasa bir 2-3 dəqiqədə gözləyəcəyik. Ondan sonra mən start verəcəm. Və bilmək istəyirəm, həmçinin sizi tanımaq üçün siz hal-hazırda hansı işlə məşğulsuz və yaxud da ki, hansı təhsil almısınız, bəlkə işləmirsiniz. Bunu da yazın. Zoom-a girə bilmirəm. ID yoxdur. Anlamadım. Yazın çata. Sizlər hansı işlə məşğulsuz? Tələbəsiz, iftar xanımsınız və yaxud da ki ola bilər ki, hansısa başqa bir işiniz var onlayn, hər hansı bir sahə ola bilər. Müəlliməyəm. Aha. Aramızda var müəllimələr. 2 müəllimimiz var. Aha. Bu arada birazdan məlumat verəcəm özüm haqqında. Bir maraqlı faktı da bölüşüm ki, mənim ilk ixtisasım, yəni bakalavr təhsilim müəllimlik olub. İngilis dili müəllimliyini bitirmişəm. Düzdür, səhifəmdə paylaşımda var, eləmişdim. Amma görə müəllimələrə çox böyük hörmət edirəm. Düzdür, bu sahədə çalışmamışam, işləməmişəm. Amma ilk təhsilim müəllimlik olub.
Sonra isə mən artıq qərar verdim ki, başqa sahədə oxumaq, işləmək istəyirəm. Bu gün sizlə öz tarixçəmi paylaşacağam. Instagramda elə düşünürəm ki, nəsə çatdırmıram paylaşmağı. Ona görə bu vebinarlar daha yaxşıdır ki, biz daha belə deyək ki, bir-birimizi tanıya bilirik. Təəssüf müəllimliyini bitirmişəm. Öz sahəm üzrə çalışmıram. Koçluq üzrə inkişaf etdirəm özümü. Aydındır Zülfiyə xanım. Əla. Aha. Okay. Biz yavaş-yavaş başlayırıq. Aha. Yeni qoşulanlara sualım budur ki, dostlar, kameraları bağlaya bilərsiniz, açmaq məcburi deyil. Bu arada, yəni mən danışacağam, sizə məlumat verəcəm. Çatımız açıqdır. Çatımızla biz kommunikasiya quracağıq. Yəni mən sizə arada bir suallar verəcəm, siz həmin sualları çatda cavablayacaqsınız ki, interaktiv olsun, yuxumuz gəlməsin, yatmayaq. Mənim sualım belə idi, tanışlıq üçün. Siz hardan qoşulursunuz bu webinara? Hansı şəhər, hansı ölkə və hansı sahədə təhsil almısınız və yaxud hal-hazırda işləyirsiniz? İşləmirsinizsə də that's okay. Onu da yaza bilərsiniz ki, hal-hazırda işləmirəm. Ola bilər ki, yəni məsələ iş axtarmaq üçün bu webinara qoşulmusunuz. Mən slaydımızı da açım. Bu arada soruşmadım. Mənim səsim, görüntüm, hər şey yaxşıdır. Rahat məni görüb eşidə bilirsiniz. Biz sizinlə bir saat birlikdə olacağıq və bu bir saat ərzində çox, belə deyək ki, faydalı. Ola bilər ki, siz heç ümumiyyətlə bu sahədə işləmək istəməyəsiniz. Ola bilər ki, heç bu sahə sizə maraqlı olmasın. Amma yenə də çox faydalı məlumatlar əldə edəcəksiniz ki, çünki mən hər zaman vebinarlarda sadəcə informasiyanı deyil də, həm də təcrübə bölüşməyin, belə deyək ki, tərəfdarıyam deyə. Ola bilər ki, mənim yaşadığım təcrübələrdən sizin üçün də bir istiqamət, bir yol ola bilər və bir motivasiya ola bilər. Ümumiyyətlə bu sahə belə bir sahədir ki, bu uzun bir yol, yəni uzun bir yolculuqdur. Uzun dedikdə qətiyyən çətin deyil. Amma təbii ki, mən 7 ildir bu sahədəyəm. Bu gələn il 8 il olacaq. Bu il 7 il oldu. Və 7 ildə öyrəndiklərimi bir saata hamısını sizə izah eləyə bilmərəm. Amma bugünkü verdiyim məlumatlar sizdə çox böyük fərqindəlik və aydınlama yaradacaq. Bir dənə mənə zəhmət olmasa deyin. Hər şey əladır, enerji lap əla, çox gözəl. Bəli, mənim enerjim bugün full əladır. Mən biraz əvvəl idmandan gəlmişəm. Yaxşı əhval-ruhiyyədə görüşə başlamaq üçün. Siz də öz çayınızı götürün, notlarınızı götürün və biz başlayaq. Bir dənə mən o biri telefonla da qoşulum. Hər ehtimala qarşı baxım görüm ekran necə görünür. Dəqiqə. Ekranı görə bilirsinizmi dostlar? Birazdan böyüdək. Çatımız getdi. Əgər görə bilirsinizsə plus qoyun. Mən bilin ki, siz ekranı yaxşı görə bilirsiniz. Və əgər çatımızda sizin tanışlarınızdan kimlərsə varsa ki, siz bir yerdə qoşulmusunuz çatımıza, ona da bir xəbər eləyin ki, görüşümüz artıq başlayıb. Çünki bugün yazan xanımlar çox olub qoşulmaq üçün. Okey, mən qoşuldum buradan da. Gəlin start verək. Sizə biraz bizim görüşün istiqaməti haqqında, plan haqqında məlumat verim ki, ardıcıllıq necə olacaq, hansı məlumatlar əldə edəcəksiniz? Okey, səsimizi bağlayaq. Aha. Görüşümüzün ardıcıllığı belə olacaq. Mən sizə məlumat verəcəm. İş ümumiyyətlə bu
iş imkanları mənim özümdə necə başladı, necə mən bu haqqda məlumat əldə elədim, öz həyat hekayəm əvvəl hardan belə deyək ki, başlamışam. Yəni mənim bu işdən də qabaq iş təcrübələrim, biznes təcrübələrim olub və necə oldu ki, gəlib bu işi sonda seçmişəm və bizim sonda sizə sürpriz hədiyyəmiz olacaq. Hədiyyə nədir? Bilirsiniz, kimlər ki məni uzun müddətli izləyir, ola bilər ki, siz yenisiniz. Bu haqqda da deyim ki, mənim kursum var. Hansı ki, bu kursda mən öyrədirəm bu sahədə işləmək istəyən şəxsləri. Yəni bu hardasa 3 aya yaxın olan bir kursdur və bu kursun da detalları haqqında sona qədər qalan şəxslər məlumat əldə edəcək. Gəlin başlayaq. Burada yazılıb, mən rabitə kollecini bitmişəm, həm informatika, həm mühasib, operator işləmişəm. Sonra qurulmuş fasilələri 3-4 il sonra yenə 2020-ci Türkiyə Antarctica Üniversitesi Sağlıq Yönətimi fakültəsinə başladım və bu yay bitirdim. Əla. Sağlamlıqla bağlı müəyyən qədər təhsiliniz var, təcrübəniz var. Super. Mənim bu auditoriyadan xoşum gəldi. Aktiv olduğunuz üçün. Ümumiyyətlə aktivliyimizi qoruyaq. Chatda verdiyim sualları cavablayın ki, mən də daha yaxşı bilim ki, sizlər hansı sahədəsiz, ümumiyyətlə nəyə görə bu webinara qoşulmusunuz. Dostlar, deməli, görüşün planını dedim. Kimlər yeni qoşulubsa, qısaca buradan məlumat əldə edə bilər. Necə öz işinizi sıfırdan qura bilərsiniz. Şəxsi brend önəmlidir bu işdə. Şəxsi brend dedikdə, ümumiyyətlə hal-hazırda bunu deyim ki, istənilən insan, istənilən şəxs evdən onlayn şəkildə telefondan öz işini qura bilər. Bir zamanlar bu mənə də bir yuxu kimi gəlirdi, mənə də belə deyək ki, aydın deyildi ki, necə mümkündür o vaxta kimi ki, bu sistemi öyrəndikdən sonra. Lakin təbii ki, hər bir işi qurmaq üçün bunun arxasında duran addımlar var və bu addımları biz bugün bir-bir sizinlə öyrənəcəyik. Biz artıq bildik kimlər bizə hardan qoşulub. Mənim sizə sualım var, dostlar. Gəlin buradan başlayaq. Ümumiyyətlə həyatınızda hal-hazırda belə deyək ki, baxsanız öz həyatınıza, nəyi daha çox müsbətə doğru dəyişmək istəyərdiniz? Bu sizin sağlamlığınızdır, yoxsa xarici görünüşünüzdür, yoxsa gəlirlərinizdir, yoxsa deyirsiniz ki, mənə elə hər üçü vacibdir. Həm sağlamlığım, həm xarici görünüşüm, həm də gəlirlərim. Çata yazın. Mən çatı buradan yoxlayım, çünki ekrandan görmürəm. Çox sağ olun, mənim üçün də xoşdur sizlərlə bir arada olmaq. Hər üçü. Hər üçü önəmlidir. Gəlirim. Üçü də. Əslində baxanda burada əsasən xanımlar qoşulub. Xanım olaraq bizə mənə elə gəlir ki, hamısı lazımdır. Çünki bir xanımın sağlamlığı yerindədirsə, o həm özünə, həm ailəsinə, həm ailəli olmasaq da belə ümumilikdə özümüzü yaxşı hiss eləməyimiz birinci sağlamlığımızdan başlayır. Çünki sağlamlıq olmayan yerdə biz heç bir işi görə bilmərik, heç nə eləyə bilmərik. Özümüzə də vaxt ayıra bilmərik, düzdürmü? İkinci olaraq xarici görünüş. Hansı ki, mən indi hal-hazırda Dubaya köçəndən sonra görürəm ki, burada insanlar necə öz xarici görünüşlərinə daha çox üstünlük verirlər. Yəni, burada yaş etibarilə, yəni təkcə gənclərdən söhbət getmir, hətta yaşlı insanlar da. Xarici görünüşümüz bizim haqqımızda həm də çox şey deyir, düzdürmü? Üçüncü də gəlirlər, əlbəttə ki, bir xanım olaraq hər birimiz istəyirik ki, özümüzün gəlirimiz olsun. Fərqi yoxdur, biz ən imkanlı ailədə də dünyaya gələ bilərik və yaxud da ki, ən kasıb ailədə də ola bilərik və yaxud da ki, imkanlı həyat yoldaşı ola bilər, olmaya da bilər. Amma hər bir xanımın öz ayaqları üzərində durması üçün bir işə sahib olması ilk öncə onun özünə olan hörmətidir. Yəni bunu mən öz şəxsi təcrübəmdən sizə deyirəm. Çünki bir xanım əgər özü qazanırsa, özü qazanmağı bacarırsa, o bir çox şeylərdə artıq həyatında problemləri həll eləmək olsun, ümumiyyətlə insan münasibətlərində olsun, 1-0 yox, 10-0 öndədir. Yəni işləyən xanımla işləməyən xanım arasında. Amma əsla məqsədim işləməyən xanımları alçaltmaq da deyil, yox. Sadəcə hər bir xanım ən azı öz sevdiyi bir işlə məşğul olmalıdır deyə düşünürəm. Okey, indi gələk biz
Siz nə öyrənəcəksiniz bu görüşün nəticəsi olaraq? Sağlamlığınızın, öz sağlamlığınızın və yaxınlarınızın sağlamlığını necə qoruya bilərsiniz? Çünki mənim hal-hazırda sizə danışacağım sahə sağlam qidalanma üzrə koçluq sahəsidir. Necə hər zaman fit və gözəl qala bilərsiniz? Və həmçinin həyatınızın sonuna qədər həm özünüzün, həm də ailənizin gələcəyini qaranti alan iş imkanı haqqında fürsəti əldə edə biləcəksiniz. Bəs öz gəlirim olsun, kimsə asılı olmayım istəyirəm. Əsas gəlir, sağlamlıq, sonra xarici görünüş. Tamamilə doğrudur. Yox, əslində birinci sağlamlıq, xarici görünüş sonra gəlirdi, amma düzdür, insanın imkanı olanda bunlara daha yaxşı ayıra bilir. Bundan da razıyam sizlə. Hər ümumiyyətlə fikir doğrudur, çünki hər insan prioritetləri birinci olaraq fərqlənir. İndi mənim sizə danışacağım sahə 21-ci əsrin ən, belə deyək ki, populyar, ən top, ən aktual sahələrindən biridir. Bu sahənin adı gedir qidalanma üzrə konsultant, yəni qidalanma koçu da deyə bilərik buna, qidalanma mütəxəssisi də deyə bilərik. Ümumiyyətlə bu şəxs kimdir? Qidalanma koçu. Mənim hal-hazırda gördüyüm sahə bu sahədir və bu şəxs insanlara sağlamlığı ilə bağlı, çəkisi ilə bağlı, xarici görünüşü ilə bağlı məqsədlərinə çatmağa kömək edir. Baxın, belə bir şey deyəcəm sizə dostlar. İndi mən baxdım, bəziləriniz yazmışdınız müəlliməsiz, aramızda ola bilər ki, hansısa bir koçluq sahəsində öyrənənlər olsun. Hal-hazırda dünyada çoxlu koçluq sahələri var. Məsələn, var münasibətlər üzrə koç, var gəlirlər üzərində koç, yəni gəliri necə artıra bilərsən. Sonra siz mənə deyin, nə üzrə koçlar var? Yəni coaching sahəsi, elə müəllimliyin bir coaching sahəsi də var. Sırf uşaqlara daha rahat məqsədlərinə çatmaq. Coach o şəxsdir ki, məqsədlərlə işləyir. Niyə mən demədim dietoloq? Niyə demədim nutrisioloq? Deyə bilərsiniz ki, bəs əsasən bu sahənin adı dietoloq. Xeyr. Dietologiya başqadır. Dietologiya sahəsi insanların məqsədi ilə işləmir. Dietoloqlar adətən insanlara ya standart qidalanma proqramı verir, yəqin ki, sizin də ətrafınızda olub hansısa marafonlara qoşulan və yaxud bəlkə sözünüz qoşulmusunuz. Və müvəqqəti olaraq, yəni dieta dediyimiz söz, yəni dietoloq dieta verir ki, müvəqqəti insan ya arıqlayır, ya kökəlir, yansı məqsədə çatır. Amma qida koçu, qidalanma sahəsi üzərində olan mütəxəssis sırf məqsədlə işləyir. Məqsəd nədir? Məqsəd odur ki, bir şəxsin A nöqtəsində sağlamlıq, görünüş, qidalanma problemlərini təkcə həll eləmir, təkcə onun məqsədinə çatdırmır, həm də ona özünün koç olmağı öyrədir. Yəni, mən sizə öz təcrübəmdən deyim, müştəri təcrübələrimdən. Yəni, artıq 7 ildir ki, mən bu sahədəyim və 7 ildə 7 mindən çox insana nəticə vermişəm. Təkcə mən yox, komanda üzvlərim də var bunların içində öyrətdiyim şəxslər. Və həmin şəxslər artıq özləri öz orqanizmlərini tanıdığı üçün bilirlər nəyi, necə, nə formada yemək lazımdır və ən əsası həyatdan zövq alaraq yaşayırlar. Yəqin ki, məndən razısınız ki, dietanın adı gələn kimi hamımız qoyub qaçmaq istəyir, düzdürmü? Dietanı heç kəs sevmir, məhdudlaşdıran şeylər, insana zövq verməyən şeyləri heç kəs sevmir. Düzdür? Qida koçunun istəyirəm ki, indidən yəni o fərqi biləsiniz ki, mən dieta vermirəm, mən balanslaşdırılmış qidalanma verirəm ki, bu hansı ki, insanın həyatını 180 dərəcə dəyişir. Hansı ki, mənim öz həyatım dəyişdi. Birazdan sizə öz tarixçəmdə detaylı deyəcəm. Eynən. Dietanı heç birimiz sevmirik. Mən də sevmirəm. Və çox da əziyyət çəkmişəm bu dietalardan. Yəni, birazdan danışacağım. Gəldik, bunu başa düşdüksə, indi gəldik bizim fəaliyyətimizin, deyə bilərsiniz ki, aktuallığı nədədir? Baxın, hal-hazırda ətrafımızda baxsaq, bir çox insanlar müasir cəmiyyətdə nədən əziyyət çəkir? Ya enerji azlığından əziyyət çəkir, ya çəki problemindən əziyyət çəkir. Hətta statistika var ki, artıq dünya əhalisində, yəni acı çölə çıxanda hər 3 insandan biri artıq çəkili görürük də, düzdürmü? Ya artıq çəkisi var, ya enerjisi çatmır. Və bunun yaranma səbəbi nə ilə bağlıdır? Bizim indiki dövrün qidalarımızla. Hətta piyələnmə indiki dövrün epidemiyası adlandırılır, 21-ci əsrin. Və burada statistikada var, baxa bilərsiniz, son 33 il ərzində bəylərdə, kişilərdə 29%-dən 37%-ə qədər, qadınlarda 30-dan 38%
və ən təhlükəlisi uşaqlarda 50%-ə qədər piylənmə, çəki problemi var. Bu çox böyük bir göstəricidir, çünki uşaqlar bizim gələcəyimizdir və indidən bu xəstəliklər artıq yavaş-yavaş getdikcə yəqin ki, siz də öz ətrafınızda görə bilərsiniz ki, məsələn, əvvəllər şəkər, təzyiq kimi problemlər 50-60 yaşdan yuxarı insanlarda olursa, indi 30, 20, 30, hətta 20 yaşdan az insanlarda olur. Varmı ətrafınızda belə şəxslər ki, az yaşında xəstəliklərdən, problemlərdən əziyyət çəkirlər? Məncə olmamış olmaz. Bunun da səbəbi əslində dostlar baxanda sadədir. Gəlin elə götürək mağazalarımızı. Aydan burdasan? Kanala pluslar gəlir. Sən bir dənə linki zəhmət olmasa göndər onlara. Deməli, bu qidalanmamızla bağlıdır və müasir dövrdə qidalarımızın tərkibi nədir? Kalorilər artıb, yarım fabrikatlar çoxalıb, vitamin, minerallar azalıb, yəni zulaldır, qida liflərdir. Mən sadə dildə danışmaq istəyirəm ki, çox da terminlərə girməyim. Yəni bildiyimiz sadə dildə desək şəkər, duz, un artıb. Amma lazım olan vitamin, minerallar azalıb. Kimsə bizim ekranımızı yazır. Yoxsa mən elə görürəm. Aha. Və indi gələk qidalan və bilirsiniz hal-hazırda yer kürəsi əhalisinin də sayı artdığı üçün qida məhsullarının keyfiyyəti azalma səbəblərindən biri budur. Yəni əhali çoxdur, əhaliyə yemək çatdırmaq üçün dostlar yazmayaq ekranımızı, çünki belə mən görmürəm. Gözləyim, mən təzədən ekranı paylaşacağam. Bir dəqiqə. Ona görə də bir çox bu bizim yaşadığımız pandemiya dönəmi ki, insanların sayını azaltmaq üçün idi. Yəni siz də bilirsiniz, düzdür, mən çox da siyasi şeylərə girmək istəmirəm. Və hal-hazırda sual yarana bilər ki, okey, əla, çox gözəl, qidalanmada ehtiyac var insanların çəki problemini azaltmaya və yaxud sağlamlıq problemini. Bəs gəldik ChatGPT. Aydan linki göndər bizim webinarın linkini. Ümumi kanala, mənim kanalıma. ChatGPT ümumiyyətlə insanlara kömək edə bilmir. Nəyə görə kömək edə bilmir? Gəlin mən sizə izah edeyim. Bəli, hamımızın əlimizin altında AI alətləri var. Amma AI, məsələn, ChatGPT-yə yazırsınız ki, mənə qidalama proqramı ver və yaxud da ki, mənim çəkim azdır, artıqdır, buna uyğun mənə proqram ver. Okey, verir, proqram verir. Amma eyni proqramı istifadə eləyib insanlar, yəni 1-2 gün nəticə alır, hətta 3 gündə, 5 gündə də nəticə alır. Amma eyni qidalamanı davam eləyəndə bir neçə vaxtdan sonra nəticə almır, çəki dayanır. Və bunu ChatGPT dərindən araşdıra bilmir. Və yaxud da ki, gəlin bu misala baxaq. ChatGPT görə bilmir sənin, belə deyək ki, onurğa sütununu, sənin qamətini, qamət çox önəmlidir bu arada sağlamlıqda, bilirsiniz, yəqin ki, eşitmisiniz, eşitməmişsinizsə də deyim ki, biz qamətimiz qədər sağlamıq. Yəni bədənimizdə qamətimiz nə qədər düzdürsə, biz də bir o qədər sağlamıq. Və baxsanız, ümumiyyətlə onurğada problem olan insanların çoxunda bir çox problemlər, yəni əgər onurğa problemi varsa, bununla paralel əsəblik də, sinir problemləri də oradan yaranır. Və ChatGPT bunu görə bilmir. Sizin yerişinizi, oturuşunuzu, duruşunuzu və bunlarla yanaşı. Məsələn, insanlar ChatGPT-dən hansısa bir qidalanma alır və sənin bədənini görə bilmədiyi üçün sənə verdiyi proqramı sən əzələ də itirə bilərsən. Bizim bədənimizdə çəki ancaq pi şəklində olmur ki. Həm su şəklində olur, həm əzələ şəklində olur, həm də deməli pi şəklində olur. Və bunu ChatGPT görmür. Və insanlar arıqlayırlar, qeyri-sağlam arıqlayırlar. Okey, hətta 100 kilodan 50 kiloya da düşmək olar. Amma qeyri-sağlam arıqlamağın da başqa fəsadları var. Hormonal problemlər, enerji azlığı, sağlamlıq problemləri və s. Mən bunu sadalasam, gərək səhərə qədər danışım. Yəni, anlaya bildinizmi nəyə görə ChatGPT bizim işimizi əvəz edə bilməz? Əgər aydındırsa, çataya 1 yazın, 1 yazın. Aydın deyilsə 2 yazın. Bu sual mənə Instagramdan gəlmişdi ki, bəs mən bu sahə ilə çox maraqlanıram. Aygün xanım, bir xanım yazmışdı ki, mənim hal-hazırda öyrənmək istədiyim sahələrdən biridir. Yəni sağlam qidalanıram, sağlam qidalanmanı öyrənmək istəyirəm, amma bir qorxduğum şey budur. Mən ona dedim ki, gəlin webinarda izah eləyəcəm. Ona görə aydındır, əla bir.
Yəni mümkün deyil. İnsanı əvəz edə bilmir. Bir də gəlin bunun psixoloji tərəflərinə də baxaq. Baxın, adətən ChatGPT-nin verdiyi qidalanma rejimində qidalar məhdudlaşdırıcı qidalar olur. Və insan onu bir müddət eləyib, bir müddətdən sonra bezir. Və sən ona nə qədər yazsan ki, mən bunlardan bezmişəm, bunu yemək istəmirəm, yenə də sənə yenə standart bir şey verəcək. Amma məsələn mənim işlədiyim müştərilərlə necədir? Mən müştərimə alternativli qida proqramı verirəm. Alternativli nədir? Ürək istədiyi yeməklər də onun içində var. Hətta bütün yeməklərdən yeyə bilir və həyatdan zövq ala bilir. Və həm də verdiyim qidalar balanslı olduğu üçün təsəvvür eləyin. Bilirsiniz də biz qidaların tərkibində həm də bizim emosiyalarımızı doyduran tərkiblər var. Məsələn, hansı ki, bizə xoşbəxtlik verən, xoşbəxtlik hormonumuzu artıran qidalar var. Bizim stresslə mübarizədə kömək edən qidalar var. Yəni ChatGPT-nin menyusu bunun hamısını təyin edə bilmir. Amma bir insanla işləmək və o şəxs ki, sənin orqanizmini tanıyandan sonra və biləndə ki, sənin emosional boşluqların nədir? Sən nəyə görə emosional qidalanırsan? Bax, onu əvəzləmək üçün sənə düzgün proqram verə bilər. Hansı ki, mən belə işləyirəm və belə işlədiyim üçün də müştərilərim artıq mənim neçə illik müştərilərim var ki, yəni neçə il bundan qabaq arıqlayıb, hal-hazırda da əlaqəmiz var və eyni çəkisini də qoruyub saxlaya bilir. Çünki öz orqanizmlə artıq tanış olub və nəyi necə yemək lazım olduğunu öyrənib. Belə. Bunu da bildiksə, gələk indi. Bura qədər sualımız varsa, yazın çata. Arada bir biraz fasilələr eləyim ki, sizin üçün də yatmayasınız və aydın olsun hər şey. Deməli, gəlirik qazanc növləri ilə bağlı biraz danışmaq istəyirəm sizə. Ümumiyyətlə, dünyada insanlar iki kateqoriyaya bölünür və özünüzü biraz da burada gəlin analiz elə. Analizlə danışmışkən bir şey də deyəcəm. İnsan elə bir varlıqdır ki, biz hər kəsə məsləhət veririk. Yəni siz özünüz də özünüzü bir analiz edin ki, hər kəsə rahat. Məsələn, bir insan sənin yanında bir problem danışır. Əgər sən doğru yolu bilirsənsə, ona məsləhət verə bilirsən. Amma yeganə belə deyək ki, söz yadıma salmağa çalışıram. Yəni insan yeganə varlıqdır ki, özü-özünə məsləhət verə bilməz, özünü analiz edə bilmir. Düzdürmü? Eyni şeyi biz bilsək də, məlumatımız olsa da özümüzdə bunu tətbiq eləyə bilmirik, analiz eləyə bilmirik. Ona görə mütləq bizə lazımdır bir nəfər, hansı ki bizdə bu fərqindəliyi yaratsın, aydınlamanı yaratsın və bizi bir nöqtədən digər nöqtəyə aparsın. Bu hər şeydə belədir. Qidalanmada da belədir, işdə də belədir. Həyatımızın ümumiyyətlə istənilən sahəsində mən sizə bir şey deyim. İndi mən öz tarixçəmdə bunu daha da vurğulayacağam. Uğur qazanmaq istəyiriksə, nəticə almaq istəyirsənizlər, biz mütləq dəstək almalıyıq. Çünki bizim bir həyatımız var və bu həyatda nə qədər yaşayacağımızı bilmirik. Və onu biz ancaq axtarışa sərf eləsək, onda biz öz həyatımızı yaşamırıq, prosta axtarış pul xərcləmirik, vaxt itiririk və nəticədə həyatımız gedir, ömür gedir, yaş gedir, amma ortada heç nə yoxdur. Qazanc növlərindən insanların birinci kateqoriyada insanlar kimlərdir? Onlar o insanlardır ki, onlar 90%, yəni baxın, çoxluq dünyada başqaları üçün işləyib, yəni fix maaşla işləyib gəlir əldə edənlərdir. Hansı ki, bütün iş yerləri, nə götürsək, şirkətlər, fərqli-fərqli sahələr, insanlar gedir, maaşı işləyir, maaşını qazanır və nə edir? Vaxtını pulla dəyişir. Neçə saat işləyir, onun qarşılığında müəyyən qədər pul alır. Amma dünyada 10% insanlar var ki, onlar özləri üçün işləyir, öz vaxtlarını özlərinə sərf edir və böyük sərvət sahibi olurlar. Burada mən sizə nəyi demək istəyirəm? Məndə slaydda bu var yoxsa yox? Yoxdur, gəlin mən sizə bir özümün həyatımı dəyişən bir nöqtəni deyim. Hansı ki, məndə böyük bir aydınlanma yaratdı və əminəm sizdə də belə olacaq. Robert Kiyosakini kimlər tanıyır aramızda? Hansı ki, belə bir kitabı var, Varlı Ata, Kasıb Ata. Ad olaraq çox populyardır, bilmirəm, amma oxumusunuz yoxsa yox. Mən o kitabı ilk dəfə oxuyanda tələbə vaxtlarım idi və tələbə dönəmimdə bu kitabı oxuduqdan sonra məndə belə bir aydınlama oldu ki, o orada insanların 4 kateqoriyaya bölmüşdü. Tanıyıram. Oxuyanlarımız var, əla. O insanları 4 kateqoriyaya bölmüşdü. Nə idi o kateqoriyalar? Birinci kateqoriyada olan insanlar hansı ki bu klassik biznesdə işləyən, klassik işdə işləyənlərdir. Yəni kimin üçünsə işləyir. Deməli pul bərabərdir, vaxt bərabərdir pul. Vaxtını pulla dəyişir. Amma
Nə qədər də məsələn aramızda müəllimələr var da, yəqin ki, müəllimələr təsdiqləyər. Bəlkə siz 5 ildir, 10 ildir, 15 ildir eyni işi görürsüz, eyni sahədə çalışırsınız, amma maaş artmır. 300-dürsə maksimum artıq olub 350, 400-dürsə maksimum olub 450, düzdürmü? Yəni burada pul artmır, amma vaxt, sən vaxtı xərcləyirsən, qarşılığında çox az bir miqdarda gəlir qazanırsan. İkinci kateqoriyada olan insanlar o insanlardır ki, onlar freelancer adlanır. Freelancer kimdir? Məsələn, tərcüməni bacarır, deyək ki, oturur kimin üçünsə tərcümə edir, pul qazanır. Yəni yenə də saat bərabərdir pul, vaxt pul. Üçüncü kateqoriya insanlar, indi bu gün sizə danışacağım üçüncü və dördüncü kateqoriyalardır. Biznes quran insanlardır, hansı ki onlar deməli onlar üçün vaxt bərabər pul deyil, təkcə vaxt bərabərdir azadlıq. Həmçinin pul vaxtlarına görə daha çox var. Məsələn, fix 300, 400, 500 deyil. Və az vaxtda böyük pullar qazana bilir. O birilərdə böyük vaxt, çox vaxt qoyursan, az pul qazanırsan. Biznes quran insanlar, öz işini quran insanlar az vaxt qoyub daha çox qazana bilirlər. Necə? Bu gün bu haqqda məlumat verəcəm. Ona görə çalışın axıra qədər dinləyəsiniz ki, tam bu aydın olsun. Dördüncü kateqoriyada olan insanlar investorlardır. Hansı ki, hamımızın daxil olmaq istədiyimiz qrup daha çox zənginlər. Bilmirəm, hamının belə bir niyyət var yoxsa yox. Yəni, pul düşünməyən insanlar. İstədiklərini alıb, istədiklərini investisiya edə bilənlər, daha çox investorlar gedir. Bu investorlara kateqoriyasına düşmək üçün 1-2 düşə bilməz, mümkün deyil. Çünki onun vaxtı puldan asılıdır. Pulu vaxtından asılıdır. Amma üçüncü kateqoriyada olan insanlar düşə bilər. İndi gəldik, biznesində iki növ var. Var klassik biznes, var deməli, klassik biznes ənənəvi biznesdir. Bir də var network biznesi. Bunlar ikisi fərqli kateqoriyadır. Klassik biznesdə nə kimi minuslar var? Deyək ki, məsələn, bir insan salon açır və yaxud da ki, hansısa bir məkan açır. Ola bilər bu maşın salonu olsun, ola bilər bakery nə idi Azərbaycan dilində? Şirniyyat mağazası açılır. Hal-hazırda bir çox klassik bizneslərdə böyük bir konkurensiya var. Yəni yəqin görmüsünüz, məsələn, bir mağaza var, yanında da yenə mağaza var, yanında yenə mağaza var və hər üç mağazaya girəndə eyni məhsullar olsa da birində ucuzdur, birində bahadır, yəni bir-birinə rəqabətdədirlər. Və bu rəqabətdə hər kəs tab gətirmir. Və belə bir rəqabətdə çox vaxt bizneslər maksimum 3 il gedirlər. 3 il, 5 il. Ondan sonra dağılır. Klassik biznesi idarə etmək çətindir. Niyə? Çünki klassik bizdə sən çoxlu işçilər tutmalısan, sən mümkün deyil həm satış eləyəsən, həm insanlarla maraqlanasan, həm məhsul gətizdirəsən, onu paylayasan. Yəni burada sən işçi qüvvəsi yığmalısan, işçi qüvvəsinə də maaş verməlisən və şirkət açmalısan. Burada proseslər çox-çox uzundur. Bu gün sizə danışacağım isə heç birinə ehtiyac yoxdur. Hətta hazır şirkət var. Siz sadəcə işi öyrəndikdən sonra şirkət tərəfindən 6 fiqurlu gəlir qazana bilirsiniz. 6 fiqurlu. Bir tərəfli yox ha. 6 tərəfdən gəlir qazana bilirsiniz. Və bunu desəm bu slaydı da izah elədim. Hə, məsələn, mənim hal-hazırda gördüyüm işin aktual tərəfləri nədir? Burada vəsait tələb olunmur sözü nə mənada vəsait tələb olunmur? Kursa qoşulmaq üçün vəsait tələb olunacaq. Təbii ki, biz nəyisə yeni bir sahə öyrəniriksə, burada sıfırdan öyrənməyimiz üçün investisiya eləməliyik öz biliklərimizə. Necə ki, universitetə girəndə, universitetə illik ödəniş haqqı eləyiriksə, burada da. Amma 10 min, 15 min, normalda necədir bir müəssisə açanda, bir biznes qurumda sən şirkət yaradanda ən azı bir 5-10 min əlində pul olmalıdır ki, sən öz biznesi qurasan. Burada belə bir investisiyaya ehtiyac yoxdur. Burada müdir yoxdur, burada bələdçi var, mentor var, sizə öyrədir. Vaxtımız bizdən asılıdır. Yəqin mən storylərdən izləyənlər bilir, izləməyənlər də onu deyim ki, yəni bütün günüm məndən asılı olduğu üçün mən digər insanlar ofisdə işlədikləri zaman mən gedib idmana gedə bilirəm, rəfiqələrimlə görüşə bilirəm. Hal-hazırda xaricə köçmüşəm, xaricdə işimi Azərbaycanda işləyirdim. Yəni vaxtı istədiyiniz kimi əyləncəli öz üçün qura bilirsiniz. Qazanc özümüzdən asılıdır, təhsil sistemi var öyrənmək üçün, dəstək sistemi var və hətta deyək ki, siz müəlliməsiz, burada müəllimələr var idi, sonra hansısa bir sahədə çalışırsınızsa, əlavə iş kimi də bu işi öyrənə bilərsiniz. Çünki mən özüm də əlavə iş kimi öyrənməkdən başladım, sonra mənim əsas işimə çevrildi. Bura qədər hər şey aydındır. Mən sürətli danışmıram. Aydındırsa bir qoyun.
Hı hı. Əla. Qida koçu olaraq ümumiyyətlə necə yetişmək və fərqlənmək olar? Bu sahədə əsas 3 etap var. Bilik, sistem, insanlarla işləmə bacarığı. Yəni bilik qazanırsınız qidalanma haqqında, qidalanma bilikləri. Sistem var ki, sistemin içinə daxil olursunuz, sistemi öyrənirsiniz. Yəni bu sizə daha belə deyək, güvənilir gəlir qazandırır. Yəni insan bir sistemdə olanda daha bilirsən ki, gəliri növbəti addım necə olacaq. Bir də insanla işləmə bacarığı zaten bu da öyrənə bilən bacarıqdır. İstənilən işdə müəllim də insanla işləyir, həkim də insanla işləyir, hər kəs insanla işləyir və insanla işləmə bacarığı bu təcrübə ilə artıq yaranır. Və diploma bu gərək yoxdur bu sahəni başlamaq, işləmək üçün. Təbii ki, diplom alırsınız. Bu da var. Təlimi bitirəndən sonra diplom alacaqsınız qidalanma koçu. Amma bu işə başlamaq üçün diploma əslində heç ehtiyac belə yoxdur. Diplom dediyim universitet diplomundan söhbət gedir bu arada. Sonra dördüncü addımımız isə şəxsi brend qurmaqdır. Şəxsi brendi çox insan elə başa düşür ki, biz adətən brend sözü gələndə ağlımıza nə gəlir? Məsələn, əgər geyim brendidirsə, Louis Vuitton, Zara, sonra Mango, bu tipdə geyimlər və yaxud Coca-Cola şirkəti, BMW, Mercedes ağlımıza belə bir brend gəlir. Hətta bir dəfə bir xanım yazmışdı ki, mən şəxsi brendlə bağlı paylaşım eləmişdim. Dedi, şəxsi brend bəs o demək deyil ki, sizin adınızdan nəsə yaransın? Yox. Yəni brend o demək deyil ki, siz nəsə bir əşya yaradırsınız öz adınızdan. Brend odur ki, siz öz adınızı brendləşdirirsiniz. Yəni insanlar sizi, məsələn, burada bir ad götürəcəm. Məryəm İsayeva. Məryəm İsayeva ad soyadı brendləşir. Hansı ki insanlar bu ad gələndə insanlar artıq bilir ki, bu şəxs nə işlə məşğuldur. Və yaxud da ki, qidalanma sahəsində bir insan axtarış eləyirsə, Məryəm İsayeva çıxırsa və onun səhifəsinə daxil olub onun işlərinə baxırsa, demək ki, artıq o şəxs öz brendini qurmuşdur deməkdir. Yəni bunu hər kəs eləyə bilər. Bu xüsusi hansısa bir titula, təhsilə malik olan insana aid deyil bu şəxsi brendi qurmaq. Hər kəs öyrənə bilər. Və şəxsi brendi quranda əsas vacib olan nələrdir? Məni digərlərindən fərqləndirən nədir? Məsələn, mənim sahəmi qidalanma koçunu çox insan görə bilər. Amma ümumi məni fərqləndirən nədir? Bunu yaratmaq, danışıq tərzimiz, özümüzün dəyərlərimizi insanlarla paylaşmaq, sosial mediamızın təbii ki olması, çünki indiki dövrdə sosial mediasız mümkün deyil. Xüsusilə də əgər onlayn işdə çalışırıqsa, biz mağazada və ya hansısa bir indi bu dəqiqə mağazalarında, məsələn, müalicə mən özüm deyim sizə ki, hansı bir restorana getmək istəyirəm. Rəfiqəm deyib ki, belə bir restoran var. Mən ona girəm Instagramda baxıram. Görüm ki, onun interyeri mənə uyğundur yoxsa yox. Çünki mən hər restorana gedib yemək yemirəm. Hər ortamda gedib çay içib, kofe içmirəm. Mənim üçün oranın nə qədər səliqəli, estetik, qəşəng aurasının olması önəmlidir. Və girib baxıram Instagram səhifələrinə. Okey, xoşuma gəlirsə gedirəm. Xoşuma gəlmirsə, nə qədər də tərəfləsə də, mənə uyğun deyilsə, mən ora getmirəm. Yəni sosial brend, yəni belə deyək ki, şəxsi brend budur. İnsanın özünü təqdim eləməsi ya da yaratdığı bir məhsulu təqdim eləməsi. Bir də insanlar mən də bunu edə bilərəm hissini görməlidir ki, şəxsi brenddəki bu insan bacarıbsa, mən də bacara bilərəm. Bura qədər hər şey aydındırmı? Aydındırsa bu dəfə plus qoyun. Bir də sosial medianı götürəndə burada da düzdür, mənim özümdə də mükəmməliyyətçilik var, gizlətməyəcəm. Bugün sizdən tam dürüst olacağım. Əvvəl daha çox idi. İndi bir də biraz üzərində işləmişəm. Hələ də qalıqları var ki, paylaşım eləyəndə səliqəli olsun, qəşəng olsun. Amma inanın ki, mənə ehtiyac yoxdur. Sadəcə özünüz olsanız, özünüzü düzgün təqdim eləsəniz, heç bir mükəmməl orada görməyə ehtiyac yoxdur. Yəni mükəmməliyyətçilik insanı ümumiyyətlə heç bir addım atmağa qoymur. Ona görə başlamaq lazımdır. Hətta belə bir söz var, çox xoşuma gəlir. Başlamaq üçün mükəmməl olmaq yox, mükəmməl olmaq istəyirsə başlamalıyıq. Hər şey aydındır. Əla. Və mən indi sizə öz tarixçəmi danışmağa istəyirəm. Hazırsınızsa? Bu mənəm. Bizim ekran balaca görünür, ha? Bir dəqiqə. Böyüdüm biraz da. Aha, indi əladır.
Bir dəqiqə. Aha. Mən Lənkəran şəhərində dünyaya gəlmişəm. Lənkəran şəhərinin Vilvan kəndində hətta. Deməli bu mənim balacalıq şəkillərimdir. Hmm, Uşaqlığım demək olar ki, Lənkəranda keçib. Bundan qabaq düzdür məktəb şəkillərim var, amma məktəb şəkillərini bura daha doğrusu albomda olduğu üçün bura yerləşdirməmişəm, amma biraz məktəb vaxtından danışım. Gimnaziyada oxumuşam Lənkəran şəhərində. Yəni Lənkəranın ən yaxşı məktəblərindən birində oxumuşam. Buna görə valideynlərimə təşəkkür eləyirəm. Məktəb vaxtlarından ümumiyyətlə mən daima araşdırmacı bir ruhda şagird olmuşam və hər zaman belə deyək ki, öyrənməyə, həm də öyrətməyə çox marağım olub. Hər zaman sinif yoldaşlarım gəlib məndən nə isə soruşublar, məsləhət alıblar və buna görə də mən birinci sinifdən başlayaraq 11-ci sinifə qədər sinifkom olmuşam. Yəni təsəvvür eləyin, 11 il mən sinifkom olmuşam məktəbdə və oxuduğum məktəbdə xarici dillər təmayüllü olduğu üçün mən orada ingilis dilini müəyyən qədər öyrənmişəm, rus dilini müəyyən qədər öyrənmişəm və məktəb vaxtlarımdan o qədər aktiv idim ki, təsəvvür eləyin ki, sinifkom olmağıma baxmayaraq, paralelində şahmat kursu, valideynlərim ümumiyyətlə mən ev üzü görmürdüm. Mən də, bacım da biz evə gəlirdik, gələndən sonra gedirdik hansısa bir kursa, ya şahmata, ya voleybola, ya basketbola, ya üzgüçülüyə, nə istirsə bütün sahələrin, yəni bizi məşğul edirdilər ki, evdəkilər ki, yəni boş qalmayaq və buna görə çox təşəkkür edirəm valideynlərimə. Çünki həqiqətən də o vaxt deyinə-deyinə eləyirdim. Bəlkə də sizin də indi hal-hazırda övladlarınız var və yaxud sizin də təcrübənizdə olub. O vaxtda deyirdim ki, ayda niyə o biri uşaqlar istirahət eləyirlər? Mən elə səhər gedib axşam gəlirəm evə. Deyinə-deyinə gedib eləyirdik, amma indi çox minnətdaram ki, nə yaxşı ki, uşaqlıqda həmin o bacarıqları öyrəndim. Çünki insan bunu yaş artandan sonra fərqinə varır ki, getdiyin ortamlarda sən bu bacarıqların olanda, həmin insanlarla bir qrupuda bunu ifadə edə biləndə insana bir növ özgüvən hissi verir. Əgər sizin belə bir uşaqlığınız olmayıbsa, yenə də buna üzülmək lazımdır. Çünki insan hər yaşında öyrənə bilər. Mən bir şeydə onu deyim ki, baxmayaraq ki, mənim bu il 30 yaşım olacaq. Bilirəm, bu yaşı vermirəm. Amma hələ də öyrənirəm. Hələ də araşdırıram. Hələ də bilmədiyim bacarıqlarımın olduğunu fərqindəyəm və bunun üzərində işləyirəm. Yəni heç bir yaş gec deyil. Hətta 50 yaşda, 60 yaşda, 70 yaşda insan hər yaşda öyrənə bilər. Bu mənim müəllimlik ixtisasımı bitirdiyim deməli dönəmdə 4 il bakalavr oxumuşam Azərbaycan Dillər Universitetində və Dillər Universitetinin sabah qruplarında. Bilmirəm eşitmisiniz sabah qruplarını yoxsa yox. Sabah o vaxtın yeni yaranmış Təhsil Nazirliyi tərəfindən yeni yaranmış bir layihə idi. Deməli mən qəbul oldum universitetə birinci kursda oxuyanda bu layihə yarandı və bu layihəyə ən top oxuyan şagirdləri götürürdülər. İntervyu olundum. Yəni elə bir ki, hər bir qrupda ən yaxşı oxuyan uşaqları bir qrupa yığırdılar və mən də bu layihədə intervyudan keçəndən sonra qəbul oldum və 700 bal toplayan tələbələrimə 700 bal toplamışam bu arada. Yəni 500 bal olub mənim balım. Amma 700 ballarla bir qrupda oxumuşam və sabah qruplarımın üstünlüyü nə idi? Mən orada oxuyanda mənim vizyonum genişləndi, hansı ki, xaricə çıxmaqla bağlı. Orada bizə Erasmus layihəsi ilə bağlı gəldilər, məlumat verdilər və mən başladım xaricə çıxmağa. Xaricə necə gedirdim? 5 günlük səfərlər olurdu. Slovakiya, Avstriya, Budapeşt, fərqli-fərqli ölkələrə və universitet vaxtı bir yerdə qalmamışam. 4 il ərzində mən layihələr, təlimlər, könüllülük fəaliyyətləri, bəlkə mənim sizə deyim 50-dən çox könüllülük sertifikatım var universitet ərzində. Və universitetdə mən yenə də nə deyirlər, qrupun sinifkomu kimi idim. Universitetdə nə deyirlər o sözə? Və universiteti mən bitirəndə 4-cü kursumda mən niyəsə detalları danışıram, çünki yəni mən birbaşa bu sahədən işə başlamamışam. Bir neçə belə deyək, təcrübədən gəlib çıxmışam bu sahəyə. Və həmin vaxt universitetin 4-cü kursu idi və mən gördüm ki, mən ingilis müəllimi olmaq istəmirəm. Mənim buna hər hansı bir belə deyək, passionate sözü var. Ehtirasım yoxdur bu sahəyə. Mən bu sahədə işləmək istəmirəm və mən başladım xarici yazılaşmağa. IELTS hazırlığına başladım. Cəmi 3 aya mən IELTS-dan 7 bal topladım. Hansı ki 3 aya bu çox da mümkün bir nəticə deyildi, amma mən çox dəhşət oxuyurdum da, yəni fokuslu şəkildə və getdim Macarstana. Bu şəkildə olmalıdır.
A, bu arada deməli universitetin dördüncü kursunda bizi göndərmişdilər liseyə. Liseyin adı yadımdan çıxıb. Həmin o mənim müəllimlik karyeramın başlanğıcı və bitişi bax bu şəkillərdir. Yəni liseydə biz bir ay orada təcrübədən keçdik və bundan sonra qərar verdim ki, mən müəllimə olmaq istəmirəm. Mən başqa sahədə özümü inkişaf elətdirmək istəyirəm. Və belə oldu ki, mən universitetdə qəbul aldım. Magistrlə bitirən ili Avropanın Macarıstanın Budapest şəhərində Corvinus Universiteti ən top universitetlərdən birinə və burada bu arada bunların hamısında mən özüm, yəni özüm araşdırmışam, özüm belə deyək ki, hamısını tapmışam və valideynlərimə təşəkkür edirəm ki, mənə sadəcə dəstək oldular ki, get elə düzdür. Əlbəttə ki, qorxurdular, əlbəttə ki, narahat idilər, amma mənə inanırdılar çünki həmişə mən doğrultmuşam onların inamını. Belə oldu ki, mən Corvinus Universitetinin hansı sahəsinə qəbul oldum sizcə? Yenə də qidalanma sahəsi deyildi. Mən burada ictimai siyasi idarəetmə biznes sahəsini oxumağa başladım 2 illik. Və burada Macaristanda oxuduğum zaman nə baş verdi? Mənim bir xəyalım var idi uşaqlıqdan. Kimin belə bir xəyalı varsa yazsın çata. Ola bilər ki, eyni arzularımız olsun. Mən Amerikaya getmək istirdim. Uşaq vaxtı hətta mənim belə bir şəkillərim var idi. Otağımda şey yapışdırmışdım. O olur kitabların üstünə şüşə kimi bir yer olur. Mən orada New Yorkun fərqli-fərqli şəkillər yapışdırmışdım ki, oranı görmək istəyirəm. Və universitetimin magistrın birinci ilində aha, Xəyal xanım yazıb. Birinci ilində belə oldu ki, mən şeydə idim, çöldə oturmuşdum, bizim universitetin çölündə. Bir xanım yaxınlaşdı, dedi ki, bəs bizim necə ki siz indi qoşulmusunuz info webinar. Bu webinarın adı info webinardır, yəni məlumat almaq üçün. Belə bir webinarımız olacaq burada canlı şəkildə. Amerikaya getməklə bağlı. Sizə maraqlıdır? Mən belə qaldım ki, təzə gəlmişəm. Cəmi 3-cü ayımdır mən Macaristandayam. Dedim ki, maraqlıdır. Dedi, gəlin sizə kağızı verirəm, bu saat, bu tarixdə gələrsiniz info webinarımıza. Və webinara getdim və xanım orada danışdı ki, bəs Amerikada yay layihəsi var, yayda 3 ay yayı Amerikada qapı-qapı gəzib kitab satışı. Təsəvvür eləyin ki, bu belə bir işdir ki, həm biznesdir, həm burada pul qazanırsan, həm də təcrübə qazanırsan, satış bacarıqları. Düzün desəm, yayda hamı istəyir ki, dincəlsin, hamı istirahət etsin. Mən də düşünürdüm ki, orada olanda, tələbə olanda biraz pul yığaram, yay gedərəm hansısa bir xarici ölkələrə səyahət eləyərəm. Nəsə bu fürsət kimi bunu gördüm ki, bu nəyə görə gəlib imeni mənə dedi bu xanım. Mənlə paraleldə nə qədər adam oturmuşdu çöldə. Amma xanım gördüm ki, mənə yaxınlaşdı, bir də bir neçə nəfərə. Dedim, bəlkə də bu mənim üçün bir fürsətdir, çünki Amerikanı görmək istəyirəm. Why not? Niyə də yox? Webinardan sonra dedim ki, mən istəyirəm. Heç bilmirəm nə edəcəm, hara gedəcəm, nə başıma gələcək, amma dedim istəyirəm. Mən prosta siz belə bir insanam ki, fürsəti görməyi bacaram. Yəni hal-hazırda sizlər də əslində fürsəti görən insanlarsınız və sizi təbrik eləyirəm bu webinarda olduğunuz üçün. Çünki həyatda hər zaman baxın, yaradan bizim hamımızı eyni səviyyədə sevirdi. Hamımıza eyni imkanları verir. Amma kimlər o imkanları görüb dəyərləndirə bilir? Bax, o insanlar həqiqətən də həyatda uğur qazanır. Və mən də həmişə buna inanmışam ki, mən nəsə istəyirəmsə, bu kiminsə vasitəsilə mənə gəlir. İndi görür, mən onu görə bilirəm yoxsa yox. Belə oldu ki, mən valideynlərimə demədim. Mən sadəcə dedilər 4 dəfə intervyudan keçməlisən və mən intervyulara girdim. Çox çətin suallar verirdilər psixoloji olaraq. Nə bilim, sən orada yıxıldın, ayağın sındı, başına bu iş gəldi, nə edəcəksən? Belə-belə suallar verirdilər mənə. Düzü qorxuducu suallar idi, amma mən hamısını keçdim. Mental olaraq hamısına cavab verdim və mən bu layihəyə qəbul olundum. İndi baxın, mən layihəyə qəbul olmuşam dekabr ayıdır və mənə deyirlər ki, $2500 pulu ödəməlisən ki, sən Amerikaya bizimlə gələ biləsən. Orada sığorta var, sənin qalma xərclərin var, o var, bu var. Mənim ümumiyyətlə üstümdə pul yoxdur. Niyə? Çünki tələbəyəm birincisi. İkincisi, tələbə verilən təqaüd çox azdır. Üçüncüsü də ki, mən hələ qalma xərcimi güclə ödəyirəm. Evdəkilərdən də pul istəmək, yəni istəmirəm ki, mənə belə deyək ki, əlavədən, yəni xərc olaraq çıxsın. Və mən nə edeyim? Mən o pulu necə yığım? Layihəyə qəbul olmuşam. Evdəkilərə demədim və nə edim? Mən getdim, öz CV-mi götürdüm. Təsəvvür edin ki, bütün Starbuckslar, bütün coffee shoplara ayaqla bir-bir getmişəm. Demişəm ki, mənə iş axtarıram, mənə işlə təmin edin. Və mən bir Starbucksdan geri dönüş aldım ki, gəlib bizlə işləyə bilərsiniz. Başladım, həm səhəri universitetə gedirdim, orta sonra
Starbucksda işləməyə və belə-belə mən biraz pul yığmağa başladım. Sonra bundan da paralel yəqin görmüsünüz bu Segway dedilər bizə, skuterlə. O vaxtı təzə Avropaya gəlmişdi skuterlər. Və skuter boş vaxtlarımda da işdən əlavə skuterlərdən şey satırdım insanlara. Çöldəki kimlər gəzmək istəyirdi şəhəri. Və belə-belə mən pul yığdım və getdim Amerikaya. Amerikada da sizə şəkli göstərim. Macəra başladı. Təsəvvür edin ki, çox çətin bir iş idi. Mən səhər saat 9-dan biz komanda idik. Bizim orada liderimiz var idi. Bizi yığırdı, evdən götürürdü və biz səhər saat 9-da velosipedlə ağır bir sumka, sumkanın içində bu kitablar var. Baxın, o qara kitabları görürsüz də nə ağırlığındadır. O sumkanı qoyurduq çiynimizə, kitabları qoyurduq və işin belə idi ki, ailələr, Amerikada ailələrlə tanış olub, onlara ensiklopedik bir kitablar satmaq, hansı ki, Amerikada ailələr var, aşağı təbəqə, orta təbəqə, yüksək təbəqə. Yüksək təbəqəli ailələr heç, onlar öz övladlarına kitab ala bilirlər. Amma orta təbəqə, aşağı təbəqədə valideynlər hər il uşağına kitab ala bilmir və məktəblər də kitab vermir. Təsəvvür edin, hər bir dərsliyin özünün kitabı var və kitabın qiyməti $70 başlayır. Yəni çox pul tələb eləyirdi. Bir ailədə 5 uşaq varsa mümkün deyil. Amma bu ensiklopediyada 1-ci sinifdən 12-ci sinifə qədər bütün dərsliklər var idi və nəinki dərslik, dərsliyin belə deyək ki, kitabın rəqəmini uşaq veb-saytda yazırdısa, müəllim orada onlayn şəkildə izah edirdi dərsi. Və Amerikada məktəbə getməyən uşaqlar var. Homeschooling deyirlər ona. Onlar evdən valideynləri onları öyrədir və bu kitablarla çox rahat olurdu. Qısacası, uzun sözün qısası, mən ailələrlə tanış olurdum, onlara satış etməli idim ki, pul qazanım. Az bir pul qazanmadım, 3 ay ərzində $7.000 pul qazandım. Təsəvvür eləyin. Və mən təzədən universitetə gəldim, 2-ci kursa oxumağa və mənə şirkətdən zəng vurdular ki, bəs sən top tələbə adını qazanmısan bizim şirkətdə. Belə bir tədbirimiz olacaq. Gəl səni biz gələn il menecer kimi seçirik. Mən dedim ki, bu bitdi. Mən gedib istirahət edəcəm. 2-ci il yenə də getdim. Yəni 2 il ardıcıl olaraq mən bu layihədə iştirak eləmişəm və çox böyük təcrübə qazandım. Satış təcrübəsi qazandım, insanlarla işləmək bacarığı və s. Amma nə oldu? Əsas məsələ buradan başlayır. Bu mənim ümumiyyətlə Avropada oxuduğum müddətdən olan şəkillərdir. Mən orada olanda çox fərqli-fərqli ölkələrə səyahətlər eləmişəm, fərqli mədəniyyətlərlə tanış olmuşam. Sağ tərəfdə olan şəklim mənim Amerikada olan şəklimdir. Deməli, Coloradoda qırmızı Red Rocks gedir adı, qırmızı qayalıqlar. Oradan olan şəklimdir. Hoşum, mən orada da bir yerdə qalmamışam. Harda tədbir var idi. İl ərzində də qoşulurdum fərqli-fərqli layihələrə, fərqli-fərqli fəaliyyətlərə və yayım da belə keçirdi. Yəni mən orada da istirahət eləməmişəm də, belə deyim. İstirahətim ancaq səfərlərdə olurdu. Və elə oldu ki, mən qaydanda, deməli, layihə bitdi. Həm layihə bitdi, həm də mənim universitetim bitdi. 2019-cu il idi, sentyabr ayında. Və mən o vaxt o qədər yorulmuşdum ki, həm hər şey bitibdi, universiteti bitirmişəm, bu layihə də bitib. Mən dedim ki, gedim biraz öz ölkəmə, yəni Azərbaycana qayıdım, biraz istirahət edeyim, həm də valideynlərim məni çoxdan da görmürlər, ailəm görmürdü. Və yenə qayıdaram. Yəni məqsədim yenə xaricdə yaşamaq idi. Və mən 2019-cu ildə gələndə ölkəmə getməmişdən qabaqda nə baş vermişdi? Deməli, mən xaricdə oxumağa getməmişdən qabaq biz ümumiyyətlə ailəcə artıq çəkili ailə olmuşuq həmişə. Həmişə diyetalar eləmişik. Hər zaman yəni bizdə bu belə bir döngü olub. Arıqlayıb kökəlmək, arıqlayıb kökəlmək. Aranızda varsa belə bir xanımlar yazın çata. Və mən xaricə getməmişdən qabaq valideynlərim bir proqramla tanış oldular, balanslaşdırılmış qidalanma. Yəni hər ikisi artıq çəkili idi. Mənim də artıq çəkim vardı, amma o qədər də deyildim. Amma mən qaydanda, təsəvvür edin ki, aeroportda mən valideynlərimi tanımıram, onlar da məni tanımırlar. Niyə? Çünki mən çəkim bir 68-70 kiloya yaxın çəkim artıb Amerikada qeyri-sağlam qidalanırdım. Amma onlar arıqlayıblar, gəncləşiblər, sağlamlaşıblar. Və mən şokdayam. Necə oldu ki, belə çox maraqlı bir transformasiya keçiriblər. Və mən gələn kimi təbii ki, soruşdum ki, siz nə etmisiniz, necə belə arıqlamısınız? Və mənə bu qidalanma haqqında məlumat verdilər. Və mənim ilk dəfə marağım buradan başladı bu sahəyə. 2019-cu ilin istədiyim oktyabr ayında mən başladım.
Bir ay anca yatmışam çünkü jet lag Amerikadan gələndən sonra jet lag keçirdim. Saat 10 saat fərqinə görə. Amma oktyabr ayında mən başladım sağlam qidalanmağa. Bu valideynlərimin elədiyi proqramla. Və mən rahatlıqla yeyə-yeyə gündə 5 dəfə qidalanmaqla ac qalmadan 2 aya 13 kilo çəki verdim. Və şokdaydım ki, wow, insan necə də həyatdan zövq alaraq, diyeta eləmədən çox rahatlıqla çəki verə bilər. Çox böyük şok keçirdim. Həyatımın belə deyək, aha moment deyirik öz həyatımızda hansısa ki, bizdə bir fərqindəlik yaradan. Bax, elə bir moment yaşadım ki, mən və nə etdim, dostlar? Ə, mən bu nəticəmi paylaşdım story-də. Mənim öz şəxsi səhifəmdə və nə qədər yaxınım, tanışım, ətraf bunu başladı mənə yazmağa ki, ay gün sən nə etmisən? Sən necə belə arıqladın? Biz həmişə kök görmüşük bu, yəni belə sağlam arıqlamağı necə eləmisən? Və belə oldu ki, valideynlərim mənə dedilər ki, qızım, sən qəşəng nəticə almısan, gəl sən də bizimlə işlə. Və mən getməmişdən qabaq anamla atam, bu şəkil sağ sol tərəfdəki şəkildən görə bilərsiniz, bacımdır, atam da anamdır. Onlar başlamışlar bu sahədə çalışmağa. Yəni artıq onlar sağlam qida koçu olaraq çalışırdılar. Və mənim anam evdar xanım olub, bağça müəlliməliyini bitirib, uzun illər işləməyib. Atam da ki, dövlət işində olub, icra hakimiyyətində işləyib. Bu arada burada qoşulublar. Və onlara da söz verəcəm öz tarixçələrini danışmaq üçün. Bizim görüşümüz biraz uzana bilər, çünki biz biraz gec başladıq. Ona görə bir 10-15 dəqiqə biraz daha uzana bilər. Və məni belə bir tədbirə dəvət etdilər ki, gəl sənə bu tədbirdə məlumat əldə edəcəksən. Və mən tədbirə gedəndə gördüm, wow. Məndən 2 yaş, 3 yaş böyük xanımlar, yəni az yaş fərqi olmamıza baxmayaraq deyir ki, aya 10 min qazanıram, 7 min qazanıram, biri deyir 5 min qazanıram, biri deyir 15 min qazanıram. Və mən xaricdən gələn zaman, okey, yay ərzində 3 ay mən pul qazandım, amma bütün il boyu mən harda necə qazanacam bilmirdim. Və bir də ki, mənə o Amerika layihəsindən mənə neçə dəfə dedilər ki, gəl bizimlə işlə. Mən orada düşünməyə başladım ki, mən həyatımın ömür boyu qapı-qapı gəzib kitab satmaq istəmirəm. Nə olsun ki, burada çox pul var. Axı mən belə bir həyat yaşamaq istəmirəm. Mən rahat bir qazanc əldə etmək istəyirəm. Və mən xaricə getməmişdən qabaq ki, atam dövlət işində işləyirdi. Atamın işini də görürdüm açığı ki, bütün gün səhərdən axşama qədər işdədir. Telefonlar susmur. Bu insanın boş vaxtı yoxdur. Boş mən dövlət işi istəyirdim. Nə o Amerikaya getmək istəyirdim. Bilmirdim nə işlə məşğul olum, nə edə bilərəm. Və gördüm ki, mən qaydanda anam deyir ki, mən Yunanıstana getmişəm bu yaxınlarda, bu ölkəyə getmişəm özü tək başına. Dedim necə yəni də, yəni bir evdar xanım necə belə öz işini qura bilər? Eyni zamanda gördüm atam da anamla işləməyə başlayıb. Atam da dövlət işindən ərizə yazıb çıxıb. İnanın ki, bu mənə çox belə təəccüblü gəldi. Və dedim ki, özümə şans verim ki, mən bu sahəni öyrənim. Niyə də yox? Və elə oldu ki, mən bu işə təzə başladıqdan 3 ay sonra Gürcüstana səfərimiz oldu. Bax bu şəkillər oradandır. Gürcüstan səfərimiz oldu və mən Gürcüstanda gördüm ki, nə qədər çox insan bu sahədə çalışır. Qidalanma koçluğu sahəsində. Və bir də biz bunu həm də şirkətlə eləyirik. Yəni həm qidalanma sahəsini öyrənirik, həm də bir şirkət var ki, biz o şirkətlə çalışırıq. Şirkətin adını da sizə deyim, Herbalife Nutrition. Bəlkə də eşitmisiniz. Tam eşitməmişsə də bu şirkət haqqında da sizə çox qısa məlumat verəcəm. Deməli bizim belə bir səfərimiz oldu və səfər o qədər maraqlı keçdi ki, həm qidalanma haqqında orada məlumatlar oldu, həm nəticələr, uğur hekayələri oldu, həm belə bir axşam qala gecəsi oldu. Orada yedik, içdik, əyləndik. İtalyan gecəsi idi. Yəni hər tərəfli olaraq çox maraqlı xatirələrlə mən geri döndüm və qərara gəldim ki, o tədbirdən sonra daha da qərara gəldim ki, okey, mən bu sahəni daha da dərindən öyrənib işləmək istəyirəm. Və necə oldu? Mən paylaşımlar eləməyini mənim ilk müştərim mənim elə öz sinif yoldaşım oldu ki, dedi, gün mən də istəyirəm bu proqrama başlamaq. Və mən ilk ayda demək olar ki, ödənişsiz şəkildə insanlara məlumatlar verirdim. Və birinci ayımın sonunda mən yəni konsultasiyanı ödənişsiz eləyirdim, amma 650 manat yadımdakı pul qazanmışdım. Yəni proqramdan. Proqramı ödəniş eləyirdim, amma konsultasiya ödənişsiz eləyirdim. Və təsəvvür edin ki, heç bir qidalanma biliyi olmayan insan, bu sahədə diplomu olmayan insan 650 manat qazanması necə səslənir? Heç bizdə ən minimal maaş nə qədərdir? 300 manat, 200 manatdır da bildiyim qədərilə, 200 manat. 200 manatdan başlayır. 200 manat ara, 650 manat qazanc ara. Və bunu sadə, rahat telefonla, heç yerə getmədən, cəmi günə 3-4 saat vaxt sərf eləməklə.
Və gördüm ki, maraqlıdır, okey və mən bu işi insanlara öyrətmək istəyirəm və başladım komanda yetişdirməyə. Bu mənim komanda üzvlərim bu arada. Və biz komanda ilə fərqli-fərqli şəhər səfərlərimiz olub. Şamaxı, Lənkəran, Quba, Qusar, yəni demək olar ki, Azərbaycanın bir çox lüks otellərində səfərlərimiz olub, təlimlərimiz olub. Hal-hazırda indi də var. Mən sadəcə indi Dubaydayam. Yəni bu həm də şirkətin təşkil elədiyi tədbirlərdir. Deməli, Herbalife şirkəti dünyanın ən top qidalama şirkətidir ki, nəyə görə bu şirkətin üzvü olmağa qərara vermişik ailecə? Çünki burada çox böyük gəlirlər, çox böyük imkanlar var. İndi bu haqda gəlirəm məlumat verməyə. Amma qısaca istəyərdim ki, atam əgər burada danışa bilərsə, bu gün danışa bilərsiniz? İlkin bəy, Aynur xanım. Salam, axşamınız xeyir olsun. Əla, buradasınız. Mən biraz istəyirəm atam da danışsın öz hekayəsini. Çünki ola bilər ki, sizin də ailənizdə kimlərsə, hətta ailə üzvlərinizlə birlikdə bu sahəyə qoşula bilərsiniz. Aha, buyurun İlkin bəy. Bu arada maraqlı Çox sağ olun. dinləyin. Aha. Təşəkkür edirəm söz verdiyiniz üçün. Bugün bu imkanlar görüşünə qoşulan hər kəsə uğurlar arzulayıram. Özümü təqdim edim əvvəl. Adım İlkindir, soyadım Rəhimov. 54 yaşım var. Artıq 8 ildir ki, mən düzgün qidalanma və sağlam həyat tərzi üzrə konsultant kimi fəaliyyət göstərirəm. Aygün xanım qeyd elədi, sadəcə qısa demək istəyirəm ki, bu sahəyə mən öz sağlamlığımdan gəlmişəm. Yəni, dövlət işində işlədiyim 19 il ərzində sağlamlığımda bir çox ciddi problemlər yaranmışdı. Hətta 3 əməliyyatla üz-üzə qalmışdım. Birinci əməliyyat ürək əməliyyatı idi, yəni 3 damar tutulmuşdu. Əməliyyat yazmışdılar. İkinci əməliyyat osteoxondroz, yəni bu baş gicəllənmə, baş ağrıları verirdi ciddi. Bunu da əməliyyat yazmışlar və üçüncü əməliyyat da ki, beldə bir neçə yerdə qrijanın olması və bu da ciddi ağrılarla müşahidə olunurdu deyənə buna da əməliyyat təyin olunmuşdu. Və mən bu əməliyyatları keçməmək üçün yollar axtarırdım. Sağ olsun, bizim bir dost həkimimiz bizi yönəltdi Nərimanov rayonunda, Bakıda sağlam həyat tərzi mərkəzinə və bu mərkəzin xidmətlərindən mən istifadə etdikdən sonra, düzgün qidalanma proqramına başladıqdan sonra ümumilikdə 30 kiloqram çəkimi azalda bildim, sağlam şəkildə, rahat şəkildə və eyni zamanda bu əməliyyatlardan canım qurtardı. Yəni mən heç bir əməliyyat keçirmədən sağlamlığıma qovuşdum və təbii ki, bu məndə çox böyük mənə təsir göstərdi. Həyatımı tamamilə müsbətə doğru dəyişdi. Və mən dövlət işindən istifa verdikdən sonra yenə də özümə müəyyən işlər axtarırdım ki, başqa işlərdə çalışım, amma həyat elə gətirdi ki, biz Aynur xanımla, həyat yoldaşım Aynur xanımla birlikdə Belarusiyanın Minsk şəhərinə şirkət tərəfindən göndərildi. Yaxşı bu sahədə çalışdığımız üçün və ekstravaganza deyilən bir tədbirdə mən gördüm ki, 15 min adam iştirak edir. Bu şirkətin tədbiri ildə bir dəfə keçirilir. Məlumat üçün deyim ki, bu il Özbəkistanda keçiriləcək may ayında. İnşallah orada da iştirak edəcəyik. Və bu tədbirdə 15 min iştirakçını görəndə doğrudan da başa düşdüm ki, əslində Allah bizə böyük bir qapı açıb. Ancaq biz bu qapını görə bilmirik. Biz bunu sadəcə öz sağlamlığımızda və 200-300 nəfərə verdiyimiz nəticə səviyyəsində görə bilirik. Amma bu dünya səviyyəli bir işdir, dünya səviyyəli bir biznesdir, düzgün biznesdir, doğru biznesdir, ədalətli biznesdir və ən əsası da ki, Allahın yaratdığı hər bir bəndəyə kömək etmək imkanım var bu işdə və ən əsası da özümün, ailəmin sağlamlığını qorumaqla bərabər, günüvi vaxtımı özün idarə etməklə bərabər istədiyim məbləği qazanmaq imkanım var. Və mən qaydandan sonra qərar qəbul elədim ki, və Aynur xanımdan xahiş elədim ki, bu işi mənə öyrətsin. Çünki o vaxta qədər mən bu işi elə belə sadəcə kənardan kənara kömək eləməklə işləyirdim. Və qısa müddətdə biz Lənkəran şəhərində açdığımız sağlam həyat tərzi mərkəzini böyüdə bildik.
artıq öyrətdiyimiz çoxlu sayda qida məsləhətçiləri də özlərinə sağlam qidalanma mərkəzi, sağlam həyat tərzi mərkəzləri açdılar və fəaliyyətə başladılar. Və marketinq planı üzrə biz sürətlə yüksəldik. Global Expansion Team, yəni dünya komandasının qlobal üzvü statusunu qazandıq il yarım ərzində və bu gün də bu fəaliyyəti uğurla davam elətdiririk və bizim nəticə verdiyimiz insanların sayı artıq 9000-ə çatır. Bu qədər insana biz fayda verə bilmişik. Ən əsası isə bu ötən illər ərzində 45 yaşına qədər mən nə qədər həkimlərə, nə qədər klinikalara müraciət etmişəmsə, öz sağlamlığımla, ailəmin sağlamlığı ilə bağlı ötən 8 il yarım, 9 il ərzində həkimə ancaq müayinəyə getmişik. Yəni müalicəyə yox. Və bu qədər insanlar qrip keçirir, bu qədər insanlar xəstəlik keçirir. Amma biz isə bundan sığortalanmışıq. Yəni bizdə belə hallar baş vermir, şükür Allaha. Və mən arzu edirəm ki, bütün Azərbaycan xalqı sağlam olsun. Hələ ona görə də bu gün əlimizə fürsət düşdükcə insanları məlumatlandırırıq. İnsanları düzgün istiqamətlendiririk ki, onlar da sağlam həyat tərzində olsunlar, iynəsiz, dərmansız öz həyatlarını sağlam şəkildə yaşasınlar. Özlərinin sağlamlığını qorumaqla bərabər görünüşlərini yaxşılaşdırsınlar, orqanizm cavanlaşsın və aktiv, enerjili şəkildə öz həyatlarını yaşaya bilsinlər. Əziz dostlar, mən sizə bir sirri deyəcəm. Bəlkə də bunu siz də müşahidə etmişsiniz, bəlkə də müşahidə etməmişsiniz, amma mən burada onu açmaq istəyirəm. Bir mənalı biz bilməliyik ki, bu həyatda bütün məqsədlərə, bütün hədəflərə bizi çatdıran bizim sağlamlığımız, bizim əhval-ruhiyyəmiz və bizim enerjimizdir. Əgər bir insanın sağlamlığı yoxdursa, onun əhval-ruhiyyəsi yerində deyilsə, onun enerjisi yoxdursa, o necə bir hədəf qoyursa qoysun, ona çata bilməyəcək, mümkün deyil. Məhz balanslı qidalanma, sağlam qidalanma birinci növbədə bizə bunu verir. İkincisi, bir insanın hər hansı bir məqsədə çatması üçün ona kimsə dəstək olmalıdır. Ona düzgün yol göstərməlidir, ona koçluq eləməlidir ki, o yolu görüb, o yolla düzgün şəkildə irəliləyib, öz məqsədinə çatsın. Əgər belə olmasaydı, bu həyatda bizim bu şirkəti quran Mark Hughes-un cəmi 9 sinif bitirib bu şəxs, heç ali təhsili də olmayıb. Amma indi onun qurduğu şirkət dünyanın 96 ölkəsində rəsmi fəaliyyət göstərir və şirkətin illik gəliri 10 milyard dolları keçib. O özünə Jim Rohn kimi filosofu müəllim götürməzdi və onun verdiyi tövsiyələrlə öz həyatını qurmazdı. Deyərdi ki, mən hər şey bilirəm, belə özüm də şirkəti quracam, özüm də hər şey yerli-yerində yerinə yetirəcəm. Bugün məşhur idmançıları götürək. Hər bir idmançının bir məşqçisi var, düzdürmü? Ona görə də əziz dostlar, bu sahəni mən ona görə sevirəm ki, burada həm sənə düzgün yol göstərən var və bu düzgün yolla sənin irəliləmək üçün sağlamlığın var, gücün var, enerjin var və əhval-ruhiyyən də hər gün yüksək səviyyədədir. Ona görə ki, orqanizm düzgün işləyir və səni əhatə eləyən insanlar da pozitiv insanlardır. İnanın ki, negativ insan olur. Bəzən bizə müraciət edir, bizim sağlam həyat tərzi mərkəzinə gəlir. Bir həftəyə onun əhval-ruhiyyəsi tamamilə dəyişir. Niyə? Çünki mühit insanı dəyişdirir. Ona görə də mən bu işdən də, bu fəaliyyətdən də böyük zövq alıram və əziz dostlar, bu sahədə təcrübəsi olan bir profesional mütəxəssis kimi mən sizə də tövsiyə edirəm ki, gələcək həyatınızı düzgün qurmaq üçün, inkişaf etmək üçün, məqsədlərinizə çatmaq üçün düzgün yolla gedəsiniz və yolunuz nə qədər düzgün olsa, nə qədər bu yolda sizi dəstəkləyənlərin sayı çox olsa, o qədər hədəfinizə tez çatacaqsınız. Mən çox məlumat verə bilərəm, çox danışa bilərəm, çünki böyle bir təcrübə var. Amma bugünkü bu görüşün protokol qaydalarını pozmaq istəmirəm.
əsas odur ki, sizə lazım olan məqamları çatdırdım. Bir daha hər birinizə uğurlar arzulayıram. Gələcəyinizi həmişə sağlam, enerjili, aktiv və uğurlu görmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm. Təşəkkür edirik ki, müəllim, çox sağ olun. Bəli, yəni həyatda insanın mütləq ki, hər bir sahədə mentoru olmalıdır. Mən də valideyn, yəni atam, anam mənim valideyn olmaqdan da yanaşı biznesdə də mentorum olduğu üçün çox xoşbəxtəm. Çox təşəkkür edirəm onlara ki, nə yaxşı ki, onların sayəsində mən bu işlə tanış oldum. Amma bu mütləq deyil ki, insanın ailə üzvü ona nəsə təqdim eləməlidir. Şəxsən mən hal-hazırda burada sizinlə bu imkanları paylaşmaqdan çox xoşbəxtəm ki, əgər kiminsə həyatı bu gün dəyişəcəksə, bu gündən sonra addım atıb özünə bir karyera quracaqsa və öz işinin sahibi olacaqsa, bu həqiqətən də həyatda çox böyük bir, yəni mənim üçün böyük bir xoşbəxtlikdir. Ki, hansı ki, mən çox xanıma pul qazanmağa kömək eləmişəm, hal-hazırda da kömək eləyirəm. İndi gəldik işin, deməli, onlayn işləyib necə stabil gəlir yarada bilərik, bu haqda danışmaq istəyirəm sizə. Ki, bizim işimizdə necə biz həm də maaşlı işdəki kimi sabit gəlirlər qazana bilərik. Bunun üçün ümumiyyətlə yenə də sistem qurmaqdan hər şey başlayır. Sistem olmayan yerdə heç bir gəlir də, ümumiyyətlə iş də stabil deyil və bir də marketinq planı. Marketinq planı nədir? Ümumiyyətlə istənilən biznesin marketinq plan əsasında o ayaq üzərində qalır. Marketinq planında əsas fokus nədir? Hər hansı bir şirkət, iş nə satır, kimə satır, nə qədər satır və hansı qiymətə satır. Bu 4 dənə sual yoxdursa ortada heç bir biznes uğurlu ola bilməz. Yəni marketinq plan sözünü eşitmişsə, marketinq plan bu deməkdir. Ki, məsələn, mən nə satıram, kimə satıram, nə qədər satıram və yaxud da ki, hansı qiymətə satıram. Satışa da gəldikdə, ümumiyyətlə bizim həyatımızın bütün sferaları satışdan ibarətdir. Müəllimə öz biliyini satır. Həkim yenə də öz biliyini, təcrübəsini satır. Gedirik mağazaya, meyvə alırıq, meyvə satan meyvə satır. Yəni satış bu dəqiqə bütün həyatımızın bütün sferalarında var. Amma bayaq dediyim kimi 90% insanlar kimin üçünsə satışı reallaşdırırlar. 10% mənim kimi, indi gələcəkdə sizin kimi insanlar isə onlar artıq öz işini quraraq, öz işi vasitəsilə birbaşa insanlara satış edib onların həyatlarını rahatlaşdırırlar. Ümumiyyətlə sağlam həyat tərzinin formulu 80% qidalanmadır, 20% fiziki aktivlikdir. Əgər bunu bilmirdisə, mütləq bunu özünüzə qeyd eləyin və 80% qidalanma olduğu üçün bizim gündəlik rejimimizdə, yəni gündəlik həyatımızda qidaların keyfiyyəti tərkibi, bayaq dediyim kimi az olduğu üçün biz qlobal bir şirkətlə çalışırıq, hansı ki bu şirkət bizim qidamızı balanslaşdırmağa kömək edir. Nədir balanslaşdırma? Ümumiyyətlə əzizlərim, baxın, məktəb vaxtından hər biriniz yadınıza gəlir. Nə qədər də biologiyanı sevməsəm də mən özüm. Amma bu həmişə yadıma gəlir ki, mənim müəlliməm deyirdi ki, həmişə bizim bədənimiz hüceyrələrdən ibarətdir. Siz də eşitmişsiniz, bədən hüceyrələrdən ibarətdir. Trilyon hüceyrə var bizim bədənimizdə. Gəlin sizə belə bir sual verim. Siz yemək yeyəndə adətən ac olduğunuz zaman düşünürsünüz ki, yeyim, mədəm doysun, yoxsa neçə nəfəriniz düşünür ki, yeyim, həm də hüceyrələrim doysun. Gəlin amma səmimi etiraf eləyək. Neçə nəfər aramızda düşünür ki, yemək yeyəndə yeyim, təkcə mədəm doymasın, həm də hüceyrəm doysun. Mən şəxsən belə düşünməmişəm əvvəllər. Mən də bir çox insan kimi düşünmüşəm ki, yeyim, doyum. Özümü yaxşı hiss edeyim də, yəni enerjim bərpa olunsun. Sizdə də belə desə bir yazın. Yeyim, doyum, aha. Hətta bəlkə də bu sualım sizə qəribə gələ bilər ki, yeyəndə düşünmək ki, hüceyrələrim necə doya bilər, necə biz hüceyrələrimizi doydura bilərik. Amma əslində bizim hüceyrəmiz doymadığı zaman biz çox yeyirik. Hüceyrə doymadığı zaman biz qeyri-sağlam qidalanırıq. Hüceyrə doymadığı halda biz artıq çəki və sağlamlıq problemlərinə yaşayırıq. Və biz də bunu bilmirdik. O zamana kimi ki, bu qidalanma balanslaşdırılmış alimlərin hazırladığı proqramdan tanış olana qədər. Nədir bu proqram? Bu proqramın tərkib hissəsində, bəs hüceyrə necə doyur? Super sual. Hüceyrə doyma kodu var. Necə ki, baxın, telefonun bir kodu var da, düzdürmü? Biz o kodu yığırıq, telefon açılır və yaxud hər şeyin bir kodu var. Bizim bədənimizdə də hüceyrələrin kodu var. Və hüceyrələrin kodunu mən sizə deyim. Mən bunu artıq bir çox təlimlərdə eşitdiyim üçün əzbərləmişəm. Bizim hüceyrə kodumuz nədir? Hər öğündə 30 qram zülal almalıdır bədən.
İstəsəz üçün qeyd edə bilərsiniz. Hər öğündə 30 qram zülal almalıyıq. Yəni gündəlik biz götürsək bu təqribi olaraq 60-100 qram zülal olmalıdır. Hər öğünümüzdə biz bədənimiz almalıdır 20 qram karbohidrat və deməli 30 qram zülal, 20 qram karbohidrat, 50 qram da lif. Qramla deməyim 50% lif. Çünki biz faizlə daha rahatdır. Yəni ki, hər öğündə bizim bədənimizin ehtiyacları var. Və biz o ehtiyacları almayanda bədəndə aclıq yarananda hüceyrə səviyyəsində bədən daha çox nəyə qaçır? Sürətli enerjiyə, yəni şirniyyata, şəkərə və yaxud bəzi insanlarda duzlu qidalara. Ki tez yeyim, enerji gəlsin. Və bunun üçün alimlər düşünüblər, oturublar, müzakirə ediblər ki, bəs necə elə bilər ki, biz hüceyrənin qidasını verən bu kod ki var, hamısı bir qidanın içində olsun. Və belə bir qida hazırlayıblar. İlk dəfə kosmonavtların üzərində yoxlanılıb. Bunun adı gedir Formula 1 kokteyli. İlk dəfə deməli 1980-ci ildə Amerikada bu şirkət yarananda kosmonavtın üzərində yoxlanılıb bu qida ki, bilirsiniz kosmonavtlar fəzaya uçanda onlar pomidor, xiyar, ət belə şeylər götürə bilmirlər də hava durum ilə bağlı. Onlar xüsusi pasta şəklində qidalanırdılar. Həmin o pastanın içində olan qida onların bədənini enerji səviyyəsinə kömək edirdi, enerjilərini saxlamağa, vitamin minerallarla təmin edirdi. Bir də onlar orada elə qidalanmalıdırlar ki, çəkiləri artmasın, çünki skafandra yerləşməyəcəklər, qalacaqlar orada. Qida elə olmalıdır ki, onları xəstələndirməsin və qidanın tərkibində radiasiya verici kimyəvi bir şey olmasın. Çünki aparatlar işləməyəcək. Və bu qidanın ilk dəfə kosmonavtın üzərində müsbət bir də yadınıza gəlirmi? Mən bilmirəm kitabdan mı hardasa oxumuşam. Kosmonavtlar qaydanda da gənc gəlirdilər, gənc qayıdırdılar. Neçə il orada olmasına baxmayaraq. Yəni onların yaşları belə dəyişmirdi. Bunun əslində başlıca səbəbi həm də qida idi. Və bu qida, sizə indi danışacağım qida bizim bu şirkətin yaratdığı qidadır ki, hansı ki, məhz elə Amerikada şirkətin yaranma səbəbi bu qidanı kosmonavtın üzərində yoxladıqdan sonra, nəticə alandan sonra şirkət 6 milyard dəyərində pul qazanır, investisiya qazanır və bu şirkətin əsası qoyulur. İlk dəfə, yəni bu şirkəti yaradan şəxs bunu tövsiyə eləmişdi bu qidanı və qida bütün qidaların arasında nömrə 1 adını alır. Ona görə məhsulun adı Formula 1-dir. Və bunun nə kimi bir dənə də funksionallığı var, sizə onu da izah edeyim. Görün, burada bir şəkil olmalıdır. Qidanın, yox, burada deyil. Adətən konsultasiyada izah edirəm. Təsəvvür edin, bu kokteylin içində nələr var? Bu səhər yeməyini əvəz edən qidadır. İçində var 100 qram ananas, pendir, qızıl balıq, ispanaq, banan, zeytun yağı, mal əti, tvarog. Yəni bizim gündəlik rasionumuzda lazım olan, hansı ki, hər gün qızıl balıq yemirik. Gəlin açıq danışaq. Hər gün avokado yemirik. Hər gün ananas, faydalı qidaları yemirik. Hamısı bunun içində var. Həm cibə qənaətdir, həm vaxta qənaətdir, həm də 4 saat tox saxlayır. Sizinlə müqayisə edin, biləcəksiniz nə demək istəyirəm. Hal-hazırda baxın, var Nokia, var iPhone və yaxud da ki Samsung. Biz iPhone olan yerdə, məsələn siz Nokia istifadə eləyirsiniz ümumiyyətlə. Səsim qırıldı. İndi gəlir. Harda səsim qırıldı, mən bilmədim. Hamı da belədir, səsim zəif gəlir, yoxsa necə? Səsiz eşidilir, yaxşıdır. Ola bilər sizin internetinizlə bağlıdır. Baxın, dostlar, deyək ki, iki seçim var da. Var BMW, var 06. Hansını seçərsiniz? Kim 06-ını seçər? BMW olan yerdə. Məncə heç kim. Hamı yaxşısını istəyir. Düzdürmü? Var Nokia, var iPhone. Niyə iPhone? Çünki funksionaldır. Hər şey bir telefonun içində var. Şəkil də çəkir, video da zaps eləmək olur. Əgər telefonumuz ağıllıdırsa, cihazlarımız ağıllıdırsa, niyə biz gedib belə deyək ki, bunu seçməyək, gedək adi qidaları seçək. Və bu qidanın üstünlüyü ondadır ki, məsələn, mənim izləyənlər yəqin görürsünüz, storyda paylaşıram hər səhər. Mən artıq 7 ildir ki, hər gün səhərimi bu qida ilə başlayıram. Ona görə özümü çox yaxşı hiss eləyirəm, enerjim yüksək olur, çəkimi qoruyuram illərdir, çəki artırmağa qoymur və bu kokteylin üstünlüyü ondadır ki, bir də tərkibində kollagen olduğu üçün insanı gənc saxlayır. Bayaqları atam danışdı, atamın 50-dən çox yaşı var, amma öz yaşına görə çox gənc qalıb. Eyni zamanda anam da, eyni zamanda mən özüm də görürəm bunu. Yəni gənc qalmaq, bayaq yazılı ilk sual vermişdim, daimi necə gənc, baxımlı, fit formada qala bilərsiniz. Bunun üçün artıq belə bir ağıllı, smart food, necə ki smartphone deyirik,
Artıq dünyada smart foodlar yaranıb. Smart food da odur ki, vaxtımıza qənaətdir, yenə də cibimizə qənaətdir. Hər şey bir qidanın içində var. Çünki biz yenə də adi qidada mümkün deyil ki, bu qədər şey, vitamini ala bilək. Və bu şirkətin qidalarıdır ki, hal-hazırda 2000-dən çox məhsul çeşidi var. Orqanizmi təmizləyən, detoks edən məhsullar var. Zülal ehtiyacını qarşılayan idmançılar üçün proqram var. Üz dəri baxım məhsulları var. Mən özüm də istifadə edirəm 7 ildir. Yəni biz necə işləyirik qida koçu olaraq? Həm müştərilərlə, bizə müraciət edən müştərilərə qida proqramı veririk, qidalanmalarına kömək edirik. Həm də onların işini asanlaşdırmaq üçün, daha sağlam nəticə almaları üçün məhsullar təyin edirik. Çünki indi sözsüz bütün həkimlər və bütün dietoloqlar, kimlər ki sırf arıqlamaqla və yaxud da ki kökəltməklə məşğullarsa, qida əlavələri təyin edirlər. Kalsium içməlisən, D vitamini içməlisən, düzdürmü? Yəqin sizin də ya özünüzün ya da ətrafınızda təcrübəniz olub. Çünki vitaminlər olmadan çəki atmaq, yəni qeyri-sağlamdır. İndiki dövrdə bədən çox əzələ itirir. Bu belə. Yəni biz həm də bu şirkətlə çalışırıq. Şirkət özü çox böyük bir branşları var. 96 ölkədə fəaliyyət göstərir. Tezliklə Dubayda da açılacaq və burada 150-dən çox idmançı komandalar və mən bilirəm ki, siz Ronaldonu tanıyırsınız. Mən o günləri storydə də paylaşmışdım. Ronaldo özü 10 ildən çoxdur bu məhsullarla qidalandığı üçün yaşlanmır və ona görə də sağlamlığı yerindədir, enerjisi, yəni çox gənc, çox fresh görünür. Çünki 10 ildir ki, bu məhsullardan istifadə edir. Herbalife Nutrition məhsullarından və onun komandası da. 300 nəfərdən alim və həkimlər, dünyanın ən top həkimlərindən çalışır şirkət, ən top. Mən prosta şokda idim ki, mən bu şirkətə gələndə öyrəndim ki, Nobel mükafatçısı olan alim var, bu Louis Ignara'dır ikinci olan. Bu bəy, təsəvvür eləyin ki, bir dənə məhsul icad edib. O məhsulun adı gedir Nightworks. Eşitmişsiniz, insanlar yatırlar, durmurlar. Axşam yatırlar, səhər oyanmırlar. Belə bir şey eşitmişsiniz, bir dənə mənzərət qışınırımı götürün. Deyir, yatan yerdə infarkt keçirdi, insult keçirdi və yaxud gecə ölümləri. Bunun səbəbini bu alim tapıb ki, insanlarda azot oksidi çatmayanda insan yuxuda dünyasını dəyişə bilir. Və o elə bir məhsul hazırlayıb ki, bu məhsul gecə ölümlərinin qarşısını alır və bu məhsul yalnız və yalnız Herbalife vasitəsilə satışı gedir. Heç bir yerə verməyib, sadəcə Herbalife inanır. Çünki bilir ki, Herbalife hər şey təmiz, doğru, dürüst şəkildə insanlara təqdim edir, yəni konsultantlar. Və buradakı alimlərin hamısı böyük bir, belə deyək ki, təcrübəyə, yəni Kaliforniya Universitetinin baş həkimi var burada. Burada var, məsələn, Amerika Dietologlar Assosiasiyasının üzvü var burada. Bunlar hamısı həm də Herbalife şirkətinin üzvləridir. Bu belə. İndi gələk, burada başqa məşhurlar da var bu arada, məhsullar istifadə edənlər. David Beckham'ı görə bilərsiniz, sonra Putin'i görə bilərsiniz. Bəli, bunlar bu şəxslər bizim qidalarla qidalanırlar. Yəni əllərində olan kokteyllər bizim bu şirkətin qidaları. Keçək növbəti slaydımıza. İndi gəlirik Qida Akademiyası, Qidalanma Akademiyası haqqında məlumat verəcəm sizə. Necə siz bu sahəyə qoşula bilərsiniz, öyrənə bilərsiniz, qida koçu ola bilərsiniz və qəşəng hər yerdən pul qazana bilərsiniz. Bir şey də deyim, mənim bu sahəni seçməklə bağlı. Deməli, mən o vaxtı mənə fərqli sahələrdə də müraciətlər gəlmişdi. Məsələn, fərqli istiqamətdə iş qurmaqla bağlı. Mən niyə onları dəyərləndirmədim, deyim sizə. Qidalanma sahəsi elə bir sahədir ki, hər zaman, yəni hər kəsin ehtiyacı olan, yəni biz nə qədər yaşayırıqsa, o qədər də yeyəcəyik, düzdürmü? Və ona görə də hər kəsin bu sahədə öyrənməyə, dəstəyə ehtiyacı var. Və burada yaş kateqoriyası yoxdur. Məsələn, bayaqlar dedim, koçlar, fərqli sahələrdə koçlar var, məsələn, münasibət koçu, pul koçu. Bu insanlar özlərini sağlam hiss eləməyəndən belə işləyə bilmirlər, düzdürmü? Birinci yerdə sağlamlıq durur. Və bu sahə elədir ki, birinci insan özü sağlam qalır, həmişə. Məsələn, mən özüm həyat tərzimi sizlə paylaşıram. İzləyənlər bilir ki, mən özüm idmanla məşğul oluram, qidalanmama fikir verirəm. Ən birinci özümüzə investisiya edirik. Və bunu sadəcə insanlarla paylaşmaqla onların həyatını dəyişirik. Yəni bir növ hobbini çevirirsiniz biznesə, pula. Ki insan səni izləyib, görür ki, sən özün də yəni həyat tərzini yaşayırsan və baxanda sənə deyir ki, mən də onun kimi olmaq istəyirəm. Yəni mən amma başında belə deyildim. Özümün artıq çəkim vardı, sağlamlıq problemlərim var idi. Yəni zamanla addım-addım olur bu hal. Və bu işi seçməkdə məqsədim odur ki, burada yaş kateqoriyası yoxdur. Uşaqlara da kömək eləyə bilirik, orta yaşlı insanlara, yəni hər kateqoriya, qadın, kişi. Məsələn, ayaqqabı satan bir
kişi ayaqqabıları satan kişi ancaq kişilərə verir də, düzdürmü? Və yaxud kosmetika sahəsi. Kosmetikada ancaq qadınlar məsul, uşaqlar üçün deyil ki, kişilər üçün deyil ki. Amma qidalanma, yaş, cins, ölkə, şəhər, irq heç bir şey yoxdur. Hər kəsə, mən acı bura gələni təsəvvür edin ki, kimlə tanış oluram, soruş, nə işlə məşğulsan? Deyirəm, onlayn qida coachum. Mənə də lazımdır. O gün taksidə bəy soruşub ki, nə işlə məşğulsunuz? Deyirəm ki, qida. Deyir, mən sağlam qida alma lazımdır. Mənim nömrənizi verin, mən sizə yazacağam. Yəni müştəri hər yerdədir. Hər yerdə sən bu işi görüb pul qazana bilirsən. Ona görə də bu işdə daima pul var, daima inkişaf var və daima yeniliklər var. İndi gəlin başlayaq. Bura qədər hər şey aydındırmı? Nəsə sualınız varsa yazın. Sonra mən keçəcəm sizə kursum haqqında məlumat verəcəm və biz yekunlaşdıracağıq. Hə deyirəm, qısa eləyim. Yenə də qısalda bilmirəm, çünki istəyirəm sizlə hər detayı bölüşüm ki, artıq beyninizdə aydın olsun mənim gördüyüm bu iş. Sualınız varmı? Mən keto diyetə tuturdum. Çox pis günə qaldım. Düz deyirsiniz. Vitamin heç bir şey qəbul etmədim. Aha, Madina xanım, çox sağ olun öz təcrübənizi bölüşdüyünüz üçün. Eyni şeyi mən də yaşamışam. Diyetlərin nəticəsində o vaxtı da arıqlamışdım. 10 kilo, amma çox pis vəziyyətdə arıqladım. Gözlərim qaraldı, enerjim düşmüşdü. Ona görə bezmişdim diyetadan. Və bayaq ona görə sizə dedim ki, mənim bu işə başlamaq səbəbim birinci özümün aldığım nəticə oldu. Amma bizim hal-hazırda komandada fit xanımlar da var ki, məsələn, heç özləri arıqlayıb kökəlməyiblər. Sadəcə təbii ki, öz qidalanması üzərində işləyirlər. Mən onlara mentorluq eləyirəm. Amma yenə də öz işlərini qururlar. Yəni burada mütləq deyil ki, siz kök olmalısınız, gəlib arıqlamalısınız, bu işə başlamalısınız və yaxud da ki, arıq olub kökəlməlisiniz ki, insanlara nəsə göstərəsiniz. Yox. Siz sağlam qidalanmanı sevirsinizsə, həyat tərzini sevirsinizsə, siz sadəcə bu həyat tərzini özünüzdə yaratmaqla insanlara ilham olub onların həyatlarına toxunuş eləyə bilirsiniz. Mən belə görürəm ki, sualımız yoxdur. Ona görə davam eləyək. Deməli, bizim işimizdə yeni başlayanlar 18-40 yaş arası, mən kimlərlə işləyirəm? Hər kəslə işləmirəm, hər kəsi komandaya götürmürəm, yəni mentorluq baxımından. 18-40 yaş arasında 45 də ola bilər. Baxır o insanın ruhu nə qədər gəncdir. Yəni nəyə görə onu deyirəm? Çünki biraz yaşlı çox olan insanlarda öyrənmə baxımından tənbəllik eləyə bilirlər. Ona görə mənim işlədiyim auditoriya 18 yaş özü qərar verə bilən gəncdən 40-45 yaş arası xanımlar, bəylər də qoşula bilir. Mən daha çox xanımlarla işləyirəm. Atam məsələn bəylərlə çalışır. Anam da xanımlarla çalışır və belə. Hər kəs özü seçir də öz işləmək istədiyi auditoriyanı. Kimlər ki bu sahədə müəyyən bilikləri var, bacarıqları var, bu sahəni qurmaq istəyənlərə öyrədirəm. Burada məsələn fitness sahəsində işləyənlər də gəlib bu sahəni öyrənə bilərlər və yaxud sıfırdan, ümumiyyətlə bayaqlar müəllimələr, fərqli sahələrdə olan şəxslər ki, sıfırdan bu işi öyrənmək istəyirlər. Bəli, onlar da gəlib 2 ay yarıma, 3 ay total götürsək, 3 aya siz bu sahəni öyrənib ömürlük gəlir qazana bilirsiniz. Bu kimlərlə işləmirəm? Kimlər ki, zəhməti dəyərləndirə bilmir. Məsələn, çox sağ ol deməyi bacarmır. Bunu öncədən deyəcəm. Çünki mənim üçün çox önəmlidir ki, bir insana vaxt ayıramsa, onunla işləyirəmsə, həqiqətən də o insan o işin dəyərini bilsin. Belə deyək ki, heç nədən razı qalmayan, daim narazı olan insanla işləmirəm. Hətta onların ödənişləri geri qaytarılır. Kursa qoşulsalar da görsək ki, çox belə, yəni düz məndə təcrübədə çox belə bir şeylər olmayıb, amma elə insanlar var ki, onlar səbr eləməyə bir şey öyrənmək üçün səbirli deyirlər. Məsələn, gəldim 5 günə pul qazandım, belə bir şey yoxdur. Pul qazanmaq üçün birinci öyrənməliyik. Öyrəndikdən sonra isə qazanc artıq limitsizddir. Sonra burada qidalanma sahəsində sizə öyrədilir hər şey A-dan Z-yə qədər, yəni bütün qidalanma bilikləri öyrənirsiniz. Bir də sizə mentorluqda öyrədilir ki, biznesinizi necə qura bilərsiniz, səhifə necə aça bilərsiniz, müştəriləri hardan tapa bilərsiniz, müştəriləri necə inkişaf elətdirə bilərsiniz, yəni onlara nəticə vermə, hər şeyi A-dan Z-yə qədər, yəni necə ki mən bu yolu öyrənmişəm və bu arada deyim ki, mən 7 il bundan qabaq bu işə başlayanda bu qədər iş sistemli deyildi. Materialları mən oradan, buradan, xarici səhv, bəzi şeyləri özüm araşdırırdım. İndi isə 7 ilə təsəvvür edin ki, bütün qazandığım təcrübəni bir kursda birləşdirmişəm və ona görə də mənim 7 ilə gəldiyim yolda qazandığım gəlirləri siz cəmi 3 aydan sonra rahatlıqla əldə edə bilirsiniz. Hətta mən sizə deyim ki, gəlin sizə birini də deyim, düzü mən bunu mentorluqda bölüşürəm. Elə bir xüsusi bir strategiya ilə işləyirəm ki, yəni mən hal-hazırda mentorluğumda olanlara 10 gün ərzində siz hətta indi kursa ödəyəcəyiniz pulu 10 gündə qazana bilərsiniz. Yəni 1 ayda yox, 3 ayda yox, 10 gün ərzində o pulu qazana bilərsiniz. Bunun üçün
bizim belə deyək ki, bir planımız var, sistemimiz var. Kursda nələr öyrənəcəksiniz hissəsini, bunu izah elədim. Burada idman haqqında biliklər var, qidalanma var, dəstək var və təhsil var. Hamısı birlikdə siz kursa qoşulmaqla öyrənirsiniz. İndi gəldik. Bunu deyəsən dedim artıq real müştərilə işləmək, müştərilərinizi necə tapmaq bunlar dedim. Gələk kursun sonunda nə əldə edəcəksiniz? Kursu bitirəndən sonra siz olursunuz qidalanma üzrə konsultant, bir peşə əldə edirsiniz. Həm özünüzün, həm də bütün ailənizin coach ola bilərsiniz. Burada aramızda xanımlar çoxdur deyə deyirəm, analar üçün xüsusilə ana olan və olmayan fərqi yoxdur. Çünki hər bir xanım gələcəyin anasıdır. Bu sahəni öyrənmək, hətta siz bu işdə işləməsəniz belə, hətta məsələn bu işdə karyera qurmaq istəməsəniz belə, bu sahəni öyrənmək sizi 10-0 bütün xanımlardan fərqləndirəcək. Niyə? Çünki qidalanma özü bir etikadır, özü bir mədəniyyətdir, özü bir necə deyim, yəni çox gözəl bir şeydir ki, bir xanımın bunu bilməyi bütün ailəsinin, öz yoldaşının da, övladlarının da sağlam qidalanması deməkdir. Və belə bir şüar da var: sağlam qida, sağlam ailə, sağlam cəmiyyət. Əgər bizim mətbəx ananın əlindədir, anadan asılıdırsa, ananın bunu bilməyi bütün gələcək cəmiyyətimizin də sağlam olması deməkdir. Mən ilk dəfə bu kursu öyrənəndə birinci özüm üçün öyrənmişdim. Ondan sonra artıq qərar verdim ki, bu sahədə daha da dərindən işləməyə. Əlavə və ya tam qazanc əldə edə bilərsiniz. Bir də düzgün qidalanma həyat tərzində öyrəndiyiniz bu təhsili siz artıq peşəkar şəkildə öz biznesinizi yaratmaqla tətbiq eləyirsiniz. Yəni burada öyrəndiklərinizi. Kursu bitirəndən sonra bizdən diplom alacaqsınız və təbii ki, pul qazanacaqsınız. Yəni karyera qurmuş olursunuz. Əlavə olaraq nələr əldə edəcəksiniz? Mənimlə işləyən şəxslər əlavə olaraq öyrənəcəklər necə bizim işimizdə səyahətlər eləmək olur. Biz ildə 2-3 dəfə şirkətin çox böyük, təsəvvür edin 10 min, 15 min nəfərlik auditoriyada belə Eurovision kimi təsəvvür edin arenada tədbirləri olur. Hansı ki, o tədbirlərə biz gedirik. Orada alimlər, həkimlər gəlir. Hansı ki, o həkimlərin təsəvvür edin ki, sadəcə 1 saatlıq konsultasiyaların qiyməti $1500 başlayır. Amerikadan gəlirlər, Avropadan. Amma biz tamamilə ödənişsiz şəkildə iştirak edirik. Onların onlayndırsa ödənişsizdir, offlayndırsa xaricə getmək, sadəcə xaricə getmək xərclərimizin özümüz şey edirik. Hətta pulsuz da gedə bilərik. Orada şirkətin müəyyən bizə verdiyi üstünlüklər var. Sərbəst iş qrafiki, daimi dəstək, limitsiz qazanc, bunların hamısı bizim işin əlavə üstünlükləridir. Və bayaqlar sizə demişdim, yadınızdadırsa ki, bizdə 6 fiqurlu, 6 mərhələli pul qazanmaq olur. Bu necə olur? Siz işi öyrənirsiniz. İşi öyrəndikdən sonra pul qazanırsınız. Birinci gəlir müştəridən. İkinci gəliriniz orada olur ki, mənim kimi artıq olursunuz, belə deyək ki, professional bir coach və siz insanlara öyrədirsiniz. Olur ikinci gəlir. Sonra sizin öyrətdiyiniz insanlar da əgər bu sahədə başqa insanlara öyrədirsə, burada artıq 3-cü, 4-cü, 5-ci, 6-cı gəlirlər var. Bunlar artıq növbəti görüşdə sistemli izah eləyəcəm sizə. Bunu mən deyəsəm bayaq dedim. Bizdə işimizin avtomatlaşma hissəsi marafonla gedir. Marafon nədir? Müştəriləri bir qrupda idarə eləmək üçün bizim marafon sistemimiz var və hətta şirkət bizim üçün bot proqramı yaradı. Təsəvvür edin ki, biz müştərilərin nəticələrini bir-bir hesablamırıq. Kim nə qədər çəki verdi. Hamısını bota qeyd edirik. Aydan xanım mənim assistantımdır bu arada. Aydan xanım qısaca yazardınız çata ki, necədir. Və botda hər şeyi özü hesablayır. Biz gündəlik müştərilərimizin nəticələrini izləməyimiz üçün də bir sistem var. Yəni o qədər avtomatlaşıb ki, hər şey o qədər bizim işimizdə rahatdır ki, ona görə də vaxtımız çox qalır özümüzə ayırmağa. Həm müştəri yaratmağa, həm onlarla məşğul olmağa, həm pul qazanıb özümüzə yatırım eləməyə. Bizim hər ayın biri qeydiyyatımız olur. Amma bu ay isə biz qeydiyyatı daha da erkən açacağıq. 20-sinə qədər, yəni bu gündən qeydiyyat açılır. Ayın 10-undan bizim elə bir keçən ayki qrupumuz bitəcək ayın 15-20-si, 20-sinə qədər və 20-si bizim yeni qrupumuz açılır. Və kimlər bizimlə bu kursda iştirak etmək istəyirsə, ayın 20-sinə qədər qeydiyyatına keçə bilərsiniz, amma 20-si artıq qəbul eləmirik. 19-u son gündür. Bir də bugün siz fürsət əldə eləyəcəksiniz. Bir dəqiqə mən bunu bağlayım. Bizim kursun paketləri haqqında sizə məlumat vermək istəyirəm. Ondan sonra isə sizə bir fürsəti deyəcəm. Və ondan sonra yekunlaşdırırıq. 5 dəqiqəyə bizim görüşümüz yekunlaşır.
Sizdə suallarınız varsa yazın. Mən ona qədər burada sizinlə məlumatı açana qədər. Kursla bağlı hər hansı bir suallarınız varsa yaza bilərsiniz və kimlər hazırdır bu sahəni öyrənməyə, öz işini qurmağa. Sizlər də çata bilus qoyun. Okay. Aha. Aha, indi mənə deyin görüm, ekran görünürmü? Deməli mən sizlə Aydan. Hı -hı. Əla. Dostlar, deməli bizim bu paket, sizə paketləri izah eləyəcəm. İzah etməmişdən qabaq bir şey deyim. Mən özüm son illərdə bu Azərbaycan bazarını, xarici bazarı da araşdırma eləmişəm və özünüz də maraqlana bilərsiniz. Qidalanma kursları, məsələn, Azərbaycanda ən top qidalanma kursunun adı Andop gedir. Emil Hidayətlidir rəhbəri. Andop kursunun bir aylıq qiyməti, yəni kursun qiyməti 3000 manatdan başlayır. Və xaricdə də bir çox bu sahədə yəni olan kursların qiyməti minimum 1800-2000 manatdan başlayır. Sadəcə qidalanmadan söhbət gedir ha. Bunun biznes tərəfi yox. Yəni necə öz işinizi qura bilərsiniz, müştəri tapa bilərsiniz. Bu hissə yox. Yəni Instagram hissəsi yox. Və Instagram kurslarını götürsək, Instagram kurslarının qiyməti isə 800-1000 manatdan başlayır. Yəni professional kurslar ki, sizə sıfırdan öz səhifənizi yaradıb öz işinizi qurmağa kömək edən. Amma siz bu deməli kursa daxil olmaqla nə əldə edəcəksiniz? Bizdə 3 paket var: Platinum, Gold və Silver. Platinum paket birəbir mənimlə mentorluq paketidir. Mən ay ərzində maksimum 10 nəfər götürə bilərəm, çünki çox ciddi şəkildə hər bir şəxsə vaxt ayırıram, görüş keçirirəm, birəbir ona elə bil ki, belə deyək də 3 aylıq nəticəni 1 ay əldə edirik. Daha tez, sürətli gəlir qazana bilirik və işimizi tez qura bilirik. Bu Platinum proqramda siz həm Instagram kursuna daxil olursunuz, həm qidalama bilikləri alırsınız, həm məndən mentorluq alırsınız, həm də bu kursun içində sizə hədiyyə paketi gələcək ki, hədiyyə paketinin içində bayaq dediyim o kokteyl olacaq ki, siz onun dadına baxa biləcəksiniz. Bir də ümumi şirkətə, beynəlxalq şirkətin üzvü olursunuz. Dünyanın 100-ə yaxın ölkəsində işləmə imkanı əldə edirsiniz. Və bunun qiyməti isə nə 3000, nə 2500, nə 2000, nə 1500, 2000 manat da deyil, cəmi 899 manatdır. Bu Platinum proqramdır. Var Gold proqramı, var Silver proqramı. Gold proqram qrup proqramıdır. Burada mən birə-bir məşğul olmuram. Burada qrupda daxil olursunuz. Qrupda mənim menecerim var. Suallarınızı o cavablayır. O sizə kömək eləyir. Təlimi keçirsiniz, bilikləri qazanırsınız və başlayırsınız öz işinizi qurmağa. Təbii ki də burada da dəstəyim göstəririk, amma birə-bir proqram deyil bu. Var Silver paket. Silver paketdə isə xidmətlər azdır. Burada Instagram dərsləri yoxdur. Burada ancaq qidalanma kursu var. Bu daha çox bilirsiz kimlər üçündür? Bu işi biznes kimi qurmaq istəyənlər yox, sadəcə öyrənmək üçün, məsələn, qidalama biliklərini öyrənmək istəyənlər üçün, hə, burada detallar var. Hər 3 paketdə hədiyyə məhsulu alırsınız. Hər 3 paketdə bu məhsulu yoxlama imkanı əldə edirsiniz və şirkətə üzvlük əldə edirsiniz. Hər üçündə var. Sadəcə xidmətlər azaldıqca qiymət də azalır. Belə, bu bizim kursun xidmətləridir. Hə, Aydan yazıb, axşamınız xeyir olsun, dəyərli insanlar. Aydan xanım hal-hazırda mənim marafonlarıma köməklik göstərir. Aydan nə qədər nəticəm var? Aydan özü marafonlardan çox qəşəng nəticə alıb bu arada. Sənə zəhmət olmasa öz nəticəni yazardın çata. Və həm mənə marafonda kömək eləyir, həm də özü də marafonun iştirakçısıdır. Deməli, bu sizə sürpriz məlumatımız nədir? Deməli, bizim bu paketlərə, yəni qeydiyyat bugündən başlayır, ayın 19-una qədər qeydiyyatımız bitir. Amma bugün 24 saat ərzində əgər siz qoşulma qərarı verirsinizsə, beh ödəməklə, cəmi 50 AZN beh ödəməklə siz hər hansı bir paketi saxlaya bilərsiniz və
Bu paketlərin qiyməti, bu endirimli qiymətlərdir hal-hazırda indi gördüyünüz qiymətlər. Bu paketlərin qiyməti hər birində 100 manat artım olacaq. Platinum proqramı qiyməti 999, Gold paketin qiyməti 699, Silver paket 499 manatdır. Amma bu gün 100 manat qabağa düşməklə və cəmi 50 manat beh ödəməklə siz öz yerinizi bron eləyə bilirsiniz və deməli bizim təlim başlayana qədər sizdən müəyyən mini bir hazırlıq müddətimiz olur. Hazırlıq müddətində nələr olacaq deyim sizə. Sizin orqanizmizə uyğun qidalanma proqramının təyin olunması, sizin belə deyək ki, bu təlim sisteminə qoşulmamışdan qabaq. Məsələn, ola bilər ki, aranızda elə xanım olsun ki, hal-hazırda heç bir yerdən gəliriniz yoxdur və bilmirsiniz ki, pulu hardan qazana bilərsiniz ki, daha doğrusu pulu necə bura yatırım eləyə bilərsiniz. Amma bu sahəni öyrənmək istəyirsiniz. Varmı belə aramızda ki, gəlir yeriniz yoxdur, işləmirsiniz, amma pul qazanmaq istəyirsiniz? Varsa plus qoyun. Mən ekranı bağlayım. Siz əgər istəyirsiniz screenshot eləyin və yaxud Aydana deyəcəm. Aydan qrupumuza göndərəcək. Ekranı bağlayım ki, siz rahat görün. Çünki mən ekranı belə görə bilmirəm. Aha, var. Aramızda var. Sizin üçün isə belə bir fürsətimiz olacaq. Ödənişi 50 manat ödəniş etdikdən sonra kimlər ki 20-sinə qədər vaxtınız olacaq ki, siz ödənişi hissə-hissə bu arada Platinum proqramda hissəli ödəniş var. Hər 3 paketdə hissəli ödəniş var. Sadəcə Platinum proqramda biraz da sizə əlavə bax veriləcək. Yəni kurs başladıqdan sonra da siz ödənişi tamamlaya bilərsiniz. Kimlər ki 0, yəni heç bir gəlir yeriniz yoxdur, ya ailədən asılısınız, ya yoldaşınızdan, ya necəsə, sizin üçün belə bir imkanımız olacaq. 50 manat ödəniş 24 saat etdiyiniz zaman siz ilk 3 gündə biz sizə pul qazanmaq imkanı verəcəyik. Necə olacaq? Bunu artıq qeydiyyatdan keçəndən sonra deyəcəyik sizə ki, məsələn, hal-hazırda bizdə bir belə tələbə xanım var idi, keçən görüşümüzə qoşuldu. Bir yox, hətta mən sizə deyim 3 nəfər. Bizim keçək görüşdən sonra o 3 gün ərzində 250 manat pul qazandı. Və həmin o pulu bu kursa yatırım elədi və başladı Gold proqramından, sonra yavaş-yavaş yenə pul qazanaraq gətirdi, çıxartdı Platinum proqramı. Bir xanım Silver paketlə başladı. İndi Silver paketi bitirir, Gold paketə keçid edib. Yəni bu formada da siz, yəni gəlir qazanma imkanı veririk sizə ki, ilk 3 gündə sizə xüsusi bir sistem verəcək. Bu sistem sizə pul qazandıracaq. Yəni siz qida koçu olaraq heç nə eləməyəsiniz. Qida koçu deyilsiniz. Siz insanlara deməyəcəksiniz ki, sən arıqladım, kökəldim. Sadəcə xüsusi bir onu deməyəcəm, qoy o əsl niyyəti olan, qoşulmaq istəyənlər üçün olan bir yaratdığımız çox rahat yolla belə sistemdir ki, siz oradan gəlir əldə edə biləcəksiniz. Belə, mənim deyəcəklərim bunlar idi. Kimlər qoşulmağa hazırdırsa, Aydan xanıma və Aysel xanıma yaza bilərsiniz. İndi mən xanımların nömrələrini yazacağım qrupa. Aydandır. Aysel buradadır. Aydan buradasan da düzdür. Aydan sən qrupa bizim qiymət cədvəlimizi göndər. Bu paketlər cədvəlini və Aydan xanıma yaza bilərsiniz. Aysel xanımın nömrəsini qoyacağım. Hər iki menecərimiz sizə köməklik eləyəcək qeydiyyatdan keçməyə və bu fürsətdən belə deyək yararlanmağa, işinizi qurmaq üçün. Mənim deyəcəklərim bunlar idi. Sizin hər hansı bir sualınız, sözünüz varmı? Varsa yazın, sualınızı cavablayın. Necə keçdi webinar sizin üçün? Nə kimi aydınlamalar yaşadınız? Mənə maraqlıdır geri dönüşləriniz. Bir 2 dəqiqəlik söhbət eləyə bilərik çatda. Siz də sağ olun, Zülfiyyə xanım. Yenə də mən bunu vurğulamaq istəyirəm ki, dostlar, ümumiyyətlə həyatda heç nə elə belə qabağımıza çıxmır. Heç nə. Hər bir görüş, webinar, fərq yoxdur. Hər şey bizim üçün bir fürsətdir. Və bu fürsətləri nə qədər görüb dəyərləndirmək bizdən asılıdır. Və yenə də bunu mütləq düşünmək lazımdır ki, həyat hər zaman eyni getmir. Məsələn, hal-hazırda müəllimə işləyənlər var da. Məsələn, insan 50 yaşından sonra eyni enerjidə olmur, eyni aktivlikdə olmur, eyni həyat performansını eləyə bilmir. Yəni maaşlı iş müvəqqəti, məsələn, işdən çıxdın, pul yoxdur. Və baxsaq ki, Azərbaycanda təqaüdə nə qədər təqaüd verilir? Çox az.
Amma biz həyata bir dəfə gəlmişik. Niyə də arzularımız? Yəni arzularını yaşayan insanlar, həyatda öz istəklərini reallaşdıran insanların heç birinin sizdən, bizdən şey yoxdur. Da hamımız eyni. Yəni yaradan bizə hamımıza eyni şeyi verib. Sadəcə bir insan həqiqətən də öz arzularını reallaşdırmaq üçün addım atır, fürsətləri dəyərləndirir. Hansı ki, yenə də vaxtı ilə mən də Amerika layihəsi, digər layihələr, o layihələri dəyərləndirməsəydim, yəni onlarda o təcrübələri qazanmasaydım, indiki Aygün olmazdım deyə düşünürəm. Sizlər də belə. Bu fürsət də ola bilər ki, siz bu fürsəti indi dəyərləndirəsiniz və yaxud dəyərləndirməyəsiniz, amma 5 il sonra hansı həyat yaşamaq istəyirsiniz? Harda olmaq istəyirsiniz? Necə bir belə deyək ki, enerjidə və yaxud da ki, görünüşdə olmaq istəyirsiniz? Hansı gəlirlərdə olmaq istəyirsiniz? Bu sualı mütləq özünüzə bu gün verin və indiki gördüyünüz iş, indiki həyat tərziniz, indiki durumunuz sizi ora aparacaqmı? Çünki mən bu biznesə gəlməmişdən qabaq özümə bu sual vermişdim və həqiqətən də bu işdə bu potensialı görərək mən bu işə başladım. Başqa işlərdə mümkün değildi. Yəni indiki Aygün Dubayda yaşasın, öz gəlirləri hesabına. Bu arada mən burada maliyyələşdirən yoxdur. Mən öz gəlirlərim hesabına bura gəlmişəm və öz işimin sayəsində qazanıb başqa bir ölkədən öz həyatımı qururam. Niyə də siz yox? Niyə də siz öz gəlirinizi qazanıb istədiyiniz ölkədən, istədiyiniz məkandan yaşamayasınız? Çünki bir qadının özünün pulunu qazanması, həqiqətən də maddi mənəvi azadlığı çox dəyərlidir. Mən də sizlərə təşəkkür edirəm. Çox sağ olun. Ümid edirəm ki, sizlər üçün yeni aydınlamalar oldu və sizləri aramızda görməkdən məmnun olaram. Xoş olar. Gecəniz xeyrə qalsın. Bizim bu görüşün ikinci hissəsi olacaq. Kimlər ki bizimlə olacaq kursda, sizlər üçün isə necə 1000 manat və üzəri, deməli ikinci görüşümüz sabah olacaq ki, 24 saat ərzində qeydiyyatdan keçənlər necə 1000 manat və üzəri pul qazana bilərsiniz, stabil olaraq bu haqda danışacağam. Qrupda elan bugün bölüşüləcək. Hələlik, sağ olun, gecəniz xeyrə.